Bismillahirrahmanirrahim. Allahın lütf və kərəmi ilə beyin mühəndisliyinə qarşı Türkcə əski kitablar proqramının 370-ci bölümünü başlayıram. Gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır ki, onunla tanış olaq və atalarımızın bizə qoyduğu mirasın biri ilə ya ikisi ilə tanış olaq bu gün. Geçen günlərdə Nücum-i Fal-ı Türkini geçen gündə oxuduq. Çox gözəl bir xətt ilə və Fatimə Sultan 3-cü Muradın bacısı Fatimə Sultan Həzrətlərinin istəyi ilə bu kitab yazılıbdır və o kitabın sonunda yazar deyir ki, mən gündə 58 akça alıb bu kitabı yazmağa başlamışam. Və hesabladıq ki, bir alimin, bir yazarın o zaman, əlbəttə yuxarı səviyyədə bir yazarın günlük gəliri nə qədərdir və onu hesabladıq. İldə 1 kilodan biraz çox qızıl elirdi. Yəni mən onu burada hesablasam, gündə 3 gram nöqtə 4, 40 yəni şey alırdı. Bunu çarpsaq 366 günə, tətilsiz əlbəttə, 1 kilo 244 qramdan çox onun gəliri idi. Hər halda bu beləsə bir vəziyyətdə o kitabla tanış olduq. Bu günləri İmadül İslam və Elmi Həqaiq deyilən kitabları açaq görək nə olur. Elmi Həqaiq harda qaldı? Bu iki kitabı açdıq. Bunu bağlayaq. İmad-ı İslam dünəni açmışdıq. Bu növdə Elmi Həqaiq. Tamam. Birinci kitabımıza baxaq. Görək ki, nə vəziyyətdə də əvvəl kitabxanada bunun saxlanılan vəzinə bir baxaq. Əvvəl görürük ki, yazıb İmad-ül İslam. İmad bilirik ki, İslam ərəb dilində sütun anlamına gəlir. Bu yazılan kitabın burada başlığında o dostlarımız ki, bunu yükləyiblər internetə, onlar yazıblar ki, İmad-ı İslam 987-ci ildə yazılıbdır, qəməri ilində, 490 səhifədə. PDF bunu 245 səhifə göstərir. Bu da bunu demək mənasına gəlir ki, anlamına gəlir ki, hər PDF-in hər səhifəsində 2 səhifə biz kitabdan görəcəyik. Amma birinci şəkil kitabın başından, yəni kitabın bir cildiləri var, o üz bu yüz, sağ tərəfi, sol tərəfi, bir altı var, bir üstü var, bir də şirazəsi kitab bir-birinə ya mühqoplanır, ya çəsbilənir, ya tikilir. Ora var. İndi biz üst tərəfdən kitabı görürük. Görürük ki, şirazənin sökülüb, o tikilən şeylər sökülüb çıxıb eşiyə. Kitabın xəsarət görməyini görürük. Eşikdə o eşikdəki bölümündə kitabın vərəqlərin xəsarət gördüyünü görürük. Kitabın cildinə baxırıq və kitabın cildində görürük ki, təqribən çürüyübdür. Həm şirazə çürüyübdür, həm cildi çürüyübdür. Əslində bunun gözəl üstündə nəqşələri var imiş, amma çürüyüb gediblər. Göndən imiş. Göndə bilirsiniz, çox nazik bir gön olur. Qavalın üstünə çəkilən gönlərdən kitabın dövrəsinə çəkilir. Amma o da zaman içində çürüyə bilir. Tər və filan. Bu kitabın əvvəl cildini gördük. Bu cildin üst cildidir. Ehtimalən bu arxa cildidir. Yəni o birisi tərəfdən bəli, arxa cildidir. Və kitabın içinə gəlirik. Görürük ki, kitaba
mən burada nəzərimə gəlir ki, 3 dəfə, ən azından 2 dəfə, amma 3 dəfə mən deyə bilirəm ki, bu kitaba su keçibdir. Ona görə də kitab çürüyübdür, şey olubdur. Əlbəttə üst-üstə 500 ilə yaxında ömrü var. Yəni burada deyək ki, o da səbəb ola bilir ki, biraz köhnəlsin. Kitabın şirazəsini də görürük ki, olubdur. Kitab əlbəttə çox səhifələr yekə salınıbdır. Bundan izafi kiçikləşmir. Biz səhifələri görürük. Görürük ki, kitabın dövrələri kamilən çürüyübdür. Bu səhifəni görürük. Çürüyüb, heç cırılıbdır da. Kitabın o birisi səhifəsinə gələndə yeni xəttinə, burada uşaq xətti ilə ya bir nəfər ki istirmiş xətt dörgənsin, o yazmaqlar burada çalışıb ki, ərəbcə bir şeylər yazsın. Burada soralar qırmızı ehtimalən xudkarla bir Fehristi İmadül İslam səhifəsinin başına yazıbdır, amma kitabın özündə Kitabül İman, Məsələ-i İman, Məsail-i Əlfaz-ı Küfr beləsi şeylərini yazıbdır. Altında da səhifənin nömrəsini qoyubdur. 2 səhifəni biz görürük, sonra 4-cü səhifəni də görürük və 4-cü səhifədən sonra keçirik. 2 səhifə boş imiş, sonralar kitabı alanlar, kitabın əllərinə düşənlər götürüblər. Burada bir yazılar yazıblar. Nunu təmrin edilmiş, nun hərfin təmrin edilmiş. Qalə əleyhissalam mən rəani fəqəd rəa əl-haqq. Kim ki bəni gördü, mühəqqəq cənabi həqqi gördü deyə belə bir şey yazıblar. Altında da Tazaşdan. Bunlar yeni xəttlər, əhəmiyyəti nəinki yoxdur, amma o tarixi görsən, bir tarixdə bizim insanlarımız belə bir xətt ilə yazmağa çalışıblar, belə bir şeyə keçiblər. Məsələn, burada 3 dana da 1, 2, 3 deyə nömrə qoyubdur, bir şeylər yazıbdır. Kitabın o birisi səhifəsində keçirik, ağ qalıbdır, amma çürüyüb və cırılıb. Cırıldığı üçün də bunun dövrəsinə yapışqan ilə qıraqlarına ayrı kağız yapışdırılır, o da cırılıbdır. Bunu görürük burada. Gedirik bir ayrı səhifəyə, orada da fikirəm də yavaş-yavaş kitabın içinə yerləşirik. Bir səhifəsi kamil boşdur. 2-ci səhifənin başında Vaqifin yazdığı bir şey vardı və bir möhür var. Ondan sonra da bir nəfər götürüb burada əlifbanı təmrin edilmiş kitabda. Bu kitab Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Geçirik kitabın mətninə. Çox gözəl bir yazısı var. Yəni dünənki o kitab ki gördük, ondan da gözəl bir əl yazması var və hər hərfin səsin qoyubdur. Bu standart eləmək bizə çox-çox önəmlidir. Haza Kitab-ı İmadül İslam adı. İndi bunu əgər yazsaq, yazarıq ki, ad Kitab-ı İmadül İslam. Bunu burada bildik. Dövrəsinə çarçıvə çəkilibdir. Çox dəqiq mühəndisliklə, yəni yarım milimetr aralıqla 2 xətti ki arası ağ qala çəkilibdir. Ondan sonra bir qırmızı xətt çəkilibdir. Ondan sonra bir 1 milimetr, məsələn, hududən 1 milimetrdən bəlkə azca çox olar ya az olar. Orası sarı rənglənibdir, yəni qızıl rənglənibdir. Ondan sonra yenə 2 dana qırmızı və qərə xətt bir-birinin dibində bir az fasilə ilə ki, onu gəl mikrometr ilə deyək şey ediblər. Bu bir mühəndislik metodudur və bu tamam səfhədə bunu görürük. Birinci səfhədə bu davam edir göyə tərəf. Ortada o kitabın başlığı və Bismillahın olan yeri, ayrı-ayrı çərçivələri var, fərqli əlbəttə çərçivələri var. Yazı kitabın dövrəsində bu yazılıbdır. Ehtimal verirəm ki, əvvəlcə çərçivə çəkilib, sonra yazılıb. Mənim belə ehtimalım var. Bu beləsi görə bilirəm. Bu 2 səhifədə bu şəkildə davam edir. Sətirlərin hamısının əvvəli və axiri bir xəttədir. Dediyim kimi ehtimalən şey yazılıbdır. Su kitaba gəldiyi üçün
bu çərçivə və yazı bəzi yerdə xəsarət görübdür. Eyni halda kitab çox kirlənibdir. Kitabın dedik səhifələri də təqribən çürüyübdür. O birisi səhifəyə gedəndə, yəni 3-cü və 4-cü səhifəyə gedəndə görürük ki, o dövrədəki çərçivə bir dana qırmızı xətt ilə gedibdir. Bunda əlbəttə o diqqət ki, orada görürdük, burada yoxdur. Onun üçün də xəttlər gəlib bir-birlərini kəsiblər, ya ucu əyrilibdir. Bunu burada görə bilirik ki, devam edir. Kitab 250 səhifə olduğu üçün çox bunun üstünə davam gətirməyəcəm. Bəzi kəlmələr qırmızı yazılıbdır. Özəlliklə ərəbcə ya fəsldən deyişəndə və bəzi kəlmələr ərəbcədir, ya Qur'andır, ya hədisdir, hər nədir. Onun başı üstündə qırmızı yazılmayıb, amma başı üstündə bir qırmızı xətt çəkiblər, onun eləyərlər, üstünə barmaq qoyarlar. Kitabın ortasında da Bismillahla tacaşdan, yəni PDF-in 15-ci səhifəsində kitab Bismillahla başlayır. Əcəba nə deməkdir bu? Kitab üçün çox əksin böyük salıblar və bundan izafi də kiçilmir ki, yerləşsin səhifəyə. Səhifənin hamısını görə bilmirik. Bəzi kəlmələr dediyim kimi qırmızı yazılıbdır, burada bölübdür. İhtimal verirəm ki, qonud bölünübdür, birdən neçəyə can bölünübdür, oranı bilmirəm. Xətti çox gözəl, yəni imkansız da adam bu xətti oxuyanda çətinliğə düşsün. Amma ola bilər ki, məsələn, %90 da adam düşsün, yəni mənim kimi savadsız adamdan söz gedir əlbəttə. O şey olur. Bir səhifədə su çox keçibdir, nədən isə o birisi səhifəyə aşıranda biraz az olur. Bunun şeyini bilmirəm niyə. Yəni dəlilini bilmirəm ki, bunda nə ola bilər. Burada cırılıbdır, bir ayrı yapışqan kağızla yapışdırıblar. Davam edir. Mən kitabın küllünü görə bilmirəm. Bu səhifə cırılıbdır. Bu 26-cı səhifə cırılıbdır. Bir ayrı ehtimal verirəm, kağız qoyublar üstünə və yazıblar. Ya da ki, cırılıbdır, yapışdıranda əyri yapışdırıblar. O görünür. Çox da əcib cırılıbdır. Yəni, cəlib budur ki, məsələn, 1 sm boyunda o başdan bu başa cırılıbdır, gəlibdir, yapışdırıblar bu kitaba. Çox gözəl olardı biz bunun hər yerini görə bilsəydik, amma görə bilmirik. Təəssüflə bu kitaba su tək keçməyib. Ehtimal verirəm ki, ya xörək töküb bunun üstünə, yəni yemək tökülüb bunun üstünə sürtülüb, ya da ki, kitabla bərabər, məsələn, biraz acı istəmirəm deyim, amma yəni yağışla bərabər suya girəndə ayrı bir şeylər də kitabın içinə giribdir ki, o da sürtülüb kitabın dövrəsinə saraldıbdır. İndi nə saralda bilər, o da bir məsələ ola bilir. Bəzi səhifələrdə qırmızılar çoxdur, amma yazı, xətt çox əladır. Getdikcə kitabın içi, o ağlığı daha çox görsənir və şuluqlaşır. Əlbəttə, əvvəllərdə bir belə şuluq deyildi. Hər hərfin, hər kəlmədəki hər hərfin səsi o hərfin üstündədir və biz onu, bu, məsələn, deyək ki, 987-ci ildə bir elmi kitab, ya bir dini kitab, ya bir siyasi kitab nə cür yazılırdı və bunun içində hər nə mövzu varsa o mövzu, görürük ki, onun standart eləyibdir səslərlə ta gələn nəsillərdə, ya türkcə bilməyənlər bunu oxuyanda, bizim kimi adamlar daha türkcə bilmirik əslində, bunu oxuyanda doğru, düzgün oxuyaq deyə bunların üstünə səs qoyubdur. Biz bunu görürük, kitabın arasında da bir tük düşübdür. Əcəba o yazanın tüküdür, yoxsa sonralar bunu oxuyanların tüküdür. O da saçından bir tel düşübdür. O da bir sual əlamət yeridir. Burada bir səhifəyə gəlmişik ki, təqribən çoxlu ayələr vardı, ya hədislər vardı. Mən biraz sürəti çoxaldıram, çünki kitabın səhifələri çoxdur. Yəni, əlbəttə bunu bir səhifə gedək, ya 100 səhifə gedək, ortada görməyəcək ki, bu bir danadır, iki danadır. Çünki kitab yarımçılıq gedir.
Yəni biz bunun kitabın yarı səhifənin yarısını görə bilirik. Yerləşmir səhifəyə. Gərək səhifəni aşağı yuxarı eləyək bu cürsə ta olsun görə bilinsin. Mən istəyirdim hətta bəzən bunun xəttləri əvəz olur, əvəz olmur, yəni yazılar, ona da bir baxım, amma nəzərimə gəlir ki, olubdur. Yəni oradan buracan burada da bu səhifə xurma imiş, nə imiş? Xurma da dəlmiş, amma bir şey tökülübdür, əzilib. Burada yemək imiş, qətlən yemək imiş tökülübdür. İçində də bir xurma kimi bir şey varmış, yayılıbdır bura. Məncə yazarlar değişir, bu kitabı qələmlər değişir. Aynı əlifba ilə, yəni standart bir əlifba ilə yazırlar, amma değişir. Kitabın sonlarına gəldik. Görək bu kitabın sonunda nələr var, nələr yoxdur. Kitabı bir dənə səhifə deyilək dalıya, bunun aşağısına baxaq. Ehtimal verirəm ki, bu kitabın sonunda, iki dənə bunun sonu var. Cəlibdir, buna diqqət eləməyə əlbəttə imkanımız da yoxdur. Burada qıraqda, yap axir səhifədə, cildidən öncəki səhifədə yazıbdır ki, səni o ərəbcəsini oxuya bilmirəm. 987-ni özü burada yazıbdır. Yəni bunu bir ayrı qələmlə yazıblar. Bu birinci. Burada bir ərəbcə hangi tarixdə qutarıb onu yazıbdır. Bir səhifə dalıya qeydəndə onun da aşağısında, yəni bir vərəq dalıya qeydəndə bir səhifənin 200 var. Onu keçirik. Bu birisi səhifəyə gələndə bir dənə ayrı burada kitabın qutarmasını görürük. Ki müsənnifə görədir. Mən bunları təəssüflə bitirdim ki, hər dəfə gərək vuranda gedək bir dənə dalıya görək ki, buna nədir? Tamam. Məncə bu kitabı əvvəldən biraz oxumalıyıq, amma çox bu axırı oxumalıyıq. Çünki kitabın axirində kitabın özünə görə sözlər danışır. Bu mənə çox önəmli gəldi ki, bu bölümü oxuyaq. Amma tarixi görək, burada tarix yazıb ya yox. Bu dualar qəbul və məqbul olmaq üçün Bismillahirrahmanirrahim. Allahın ulu Tanrı'nın adıyla. Bu dualar qəbul və məqbul olmaq üçün Fatihə oxuyan, didara Əhəddən və şəfaəti Əhməddən məhrum olmaya aleyhissalatu vesselam və əla alihil kiram, ilahi be hürmeti seyyidil ənam və alihil izam, müsənnifinə, müsənnif yazan. Bunun yazarı kimdir? Əcəba bunun adını deyəcək ya yox. O çox gözəl olar. Müsənnifinə və katibinə, yazanına və diləyəcəsinə, ehtimalə bu dinləyəcəsinə, yəni onlar ki, dinləyirlər, dikləyəcə yazılıbdır, dinləyəcəsinə və əhkam ilə əməl edəcəsinə rəhmət eylə ya Rabbil aləmin. Kitab burada qutarır. Mən biraz qabaqdan gərək oxuyaq bunu, ona görə ki, soralar bunu oxuyarıq. Amma buradan bu yüzden oxuyacağım, bu iki səhifəni oxuyacağım, çünki kitabın haqqında önəmli məlumat verir. Burada rəhmət eylə ya Rabbil aləmin, amin. Kitab qutardı. Buradan bir şey yazır. Görək ki, nə yazır? Müsənnif nəql etdiyi kitabların adım buradan üstə sayıbdır. Gördüm mən onun listini. Əqidə-i Nicah kitabların adını sayır ehtimalən. Salat-i Məsudi, adam o zaman, yəni fikrin ki 460-70 il bundan qabaq ən azından, ya ondan da öncədən 500 il bundan qabaq, adam istəyir bir kitab yazsın. Kitabına gedir, neçə mənbədən istifadə edir. Bunu sonra oxuyarıq, amma feylən burada gələn adlara bir də baxaq. Deyir ki, müsənnif nəql etdiyi kitablar Əqidətün Nəcah, Salat-i Məsudi, gedək o birisi səfiyyə, Məsruq-i Pəzdəvi, addır, Pəzdəvi bir adamdır, onun kitabı var Məsruq adında. Məsruq sirqət olunmuş, oğurlanmış. Məsruq-i Sirvədi. Əlbəttə ki, bir dənə ərəblərdə bir kitab vardı. Ərəblərdə, yəni müsəlmanlarda belə bir iş vardı. İndi buna deyirlər ki, haqqı təlif yox. Copyright.
İndi burada copyright deyə bir qanun keçiblər. Avropada, Amerikada bu qanun vardı. Ərəb məmləkətlərində bəzisində var, bəzisində yoxdur. Onunla işimiz yoxdur. Amma İslamda bir ürfi qanun var idi. O da buydu ki, əgər mən bir adamın kitabına müraciə eləsəm, oradan bir cümlə götürsəm, onun adını yazmalıyam. Bu bir ürfüdür, yəni toplumsal bir qanunudur, qəbul olunmuş. Bəzi adamlar özgələrin kitablarından bir paragraf, bir səhifə, 10 səhifə alırdılar, öz kitablarında yazırdılar, adın cəmilə öz adlarına tamam olurdu. Bunun üçün bir dənə kitab yazılmışdı, adı Suradiqat, oğurlanmış yazılar. Mən onu o zaman ki, Hozədə dərs oxurdum, onda ondan tanış oldum belə bir kitabın adı ilə, özünü oxumadım. İndi burada görür ki, Məsruqi Pəzvədi deyə bir kitabdır. Əvarif, bu bir ayrı, Camiül Kəbir, Hətufi, ya Hətrufi, hansısıdır bilmirəm. Amma Hətufi oxunur çox. Mühit, Xülasəyi Fikr, Kəşfül Əsrar, Nəcahi Sərəxsi. Nəcah bir dənə qabaqda var, bu da Sərəxsidir. O bir ayrıdır. Təmhid Əbi Bəkr, Zəxiri Fikr, Fətavi Zəhriyə, Əmali, Şərh Əmali bu ayrı kitabdır. Bir də Əmali var, bir də bunun şərhi var. Ümdə bir ayrı kitabdır. Bədayəti Sabuni, sabunçu adında adamın işi də bəllidir. Yəni adam gedib sabunçılıq edirmiş, gəlib axşamlar oturmuş, vaxtında olanda oturmuş, kitab yazırmış. Bədayəti Sabuni, indiki mollalar kimi deyilmişlər. Bustan Əbu'l-Leys, bu da bir ayrı kitab. Təfsir-i Umdə, bu bir ayrı. Təfsir-i Zahidi, bu da Zahidi yazdığı təfsirdir. Fətvai Kübra, bu da bir ayrı kitabdır. Məşarik Fikh Əkbər, Mədxəli Kəruxi, Mədxəli Kəruxi, Kəruxi adam adıdır. O bir kitab yazıbdır, adı Mədxəli Kəruxi qoyubdur. Məkşuf Müsənnifi Xülasə, Mənsifi Xülasə, Mənsifi Xülasə, Əqidi Mənzumə, şeirə çəkilmiş bir mənzumədir. Müttəfiqi Qədri, Qədri adında bir adam ehtimalən müttəfiq yazıbdır. Kafi Hidayət, Şərhi Hidayət, bunları mən hər ikisini oxumuşam. Kafidə də biraz oxumuşam. Töhfətül Fikr oxumamışam. Məstar Xəzani Fikr, Fətvai Siraci, da şumarələrin barmağımdan göstərməyi unutdum. Furuqi Şaburi, Suğra, Yənabi mənbələr, Nafi, Məcmə, Vəciz, Vəciz yazılıb əlbəttə burada. Ruhiyyə, Fətavi Qazixan, Qazixan adında bir adam vardı, bu fətvalar veribdi. Təcnis, ehtimalən bu təcnis, bəli, təcnis, Kifayə, bir dənə çox mötəbər kitabdır, Şiə kitablarındandır. Şə'bər, Fətavi Tətimmə, Mənafi'i Tələb, tələbə əlbəttə, Mənafi'i Tələbə, Zillətül Qari, Cami'us Sura, Şərh-i Təhavi, Usul Sabuni. Üstədə Sabuni'dən bir kitab oxumuşduq. Adı nə idi? Nəmini Sabuni dəcər yadımız olsa, Bidayət-i Sabuni. Bu adam, mən indi bu iki kitabına baxıram, bu adam cüz'iyyatla çox işi yox imiş. Qanunlarla işi varmış. Qanunlar, məsələn, Bidayi-i Sabuni başlamaqdır. Nə cür başlayacaq oxuyaq, onların qanunlarıyla. Amma usul gələndə bu usulla təşxis verir ki, bir şey düzdür ya qələtdir, onun üstündə bəhs olur. Mən bir dənə usul oxumuşam, amma bu deyil, qətiən ki, bu deyil. Kitab-ı Səadət, Kitab-ı Səadət, Kitab-ı Səadət, Uyun-i Hicazi, Cəvahir, Nəvadir, Təhzib, Tərğib-ü Səlat, Fikhi Əbu'l-Leys, Əbu'l-Leys adında bir adam bunu yazıb ehtimalən. Ehtimalən Vurud olacaq bu kitabın adı. Vurud. Haşiye Rumi, Təfsir Vəciz,
Hilətü quzzat ya hile-i quzzat. Bu ikisindən biri oxunacaqdır. Fətavi təsfi. Təsəfi. Fətavi təsəfi. Təsəfi ehtimalən adaddır. Vəsiyyət Əli. Məalim tazi. Tazi farslılara, ərəblərə deyilir fikir edirəm. Həqaiq Tirmidi. Bu Tirmizi olacaqdır. Ehtimal verirəm. Amma Tirmidi yazılıbdır. Vi yazılmırdı. Nisabul Fiqh. Roze-i Zəndusti. Təfsir Munir. Rəşqul Ədillə. Badrul Vaizin. Rozetül Ülema. Dürretül Faxirə. Faxir. Dürretül Faxir. Zuhretül Abidin. Zühretül Riyaz. Zühretül Riyaz. Nesabul Əxbar. Məcalisül Ülema. Muxtar. Kənz. Viqayə. Sədrüş Şəriə. Kitabların hələ adının davamı var. Yəni diqqət buyurun ki, adam bu kitab ki 500 səfədir, bunu yazmaq üçün 490 səfər cildi ilə, orayla, boş yerlərlə bərabər kitab. Kitab deyəndə cildi də içində olur. Bir belə kitabda oxuyub, onlara müsəllətdir, o müsəllət olduğu kitablara müraciə eləyibdir, onlardan not götürübdür, bu kitabda ondan istifadə eləyibdir. Şərhi Məcmə. Şirə. Şərə yox, şirə. Vəsayə. Əxləsu xalis. Bidayətül hidayət. Mən bunu oxumuşam. Geniyə. Geniyə bir kitabdır. Risale-i Şovqiyyə. Təvilat-ı Tatar. Calibdir. Bizdə belə bir şey, bunu oxumamışıq, amma heç bilmirəm də. Bunu Tatar adı olduğu üçün sevinərəm, bunu tapam, oxuyam. Yadımda qalsa burada yazın bir yerdə. Təvilat-ı Tatar. Bu kitabı tapa bilsəm çox yaxşı olar. Nüqayə Bəzzazi. Bəzzazmış bu adam, parça satırmış, amma kitab yazıbdır. Bunun da çox məşhur kitabları var zahirən. Qazixan. Fikrim Qazixan haqqında bir dənə də kitab öncədən gördük. Camiül Fətva. Ya Fətava, beləsi ola bilər. Fətvadır əlbəttə. Ləm'ə. Bu kitab bir təş deyil. Ləm'i Nuraniyyə. Təfsir Qazi. Üstə bir Qazi oxumuşduq, buna yaxın bir ad. Təfsir Əbulleys. Bunu yenə oxumuşduq, amma yenə təkrar olubdur. Nəzərimə o bir səbəbdə Təfsir Əbulleysi oxuduq. Bir qeydim dalıya baxım. Təfsir Əbulleys, əgər Fiqh Əbulleysi görmüşdük, təfsir deyilmiş. Təfsir Əbulleys, Kəşşaf məşhur kitablardan, Qisas-ı Ənbiya, Məsnəvi, Ənis-i Cəlis, Şərhi Şirə, Şərhi Şirə, Şərhi Hidayət. Kitabların adlarını da mən bunları əgər yazmısaydı, səsin qoymasa qətiən qələt oxuyardım. Yəni indi məsələn, nəhayətdə oxuyarım Şərhi Şərə, amma Şərhi Şirə fərqli şeydir. Şərhi Hidayət, bunu oxumuşam. Nəsaihül Əcnas, Məcalisi Vəziyyə, Mişkat, Şamil ilə, Şamil yox, Şamil. Ənisül Müngəti'in, Ənisül Müngəti'in. Təfsir Hənəfi, Fətavi Sufiyyə, Nəcatü Zâkirin, Muhit Cəlaliyyə. Təfsir Bəğəvi. Təfsir Bəğəvi. Kəşf. Risale-i Təhqiqiyyə. Risale-i Təhqiqiyyə. Təfsir Sə'ləbi. Məşhurlardan biri də budur. Dürər-i Məani. Məzhər-i Şəhab. Hədis Ərbəin. Fəraiz Xəmsin. Lübbül Əlbab. Bu kitabın adını çox eşitmişəm. Aşıq Paşa. Kitab-ı fikir bu Aşıq Paşanı biz bir yerdə oxuduq, tanış olduq. Kitab-ı Əhmədi.
Fəzaili Nisab Divanə Tələbi. Ehtimalən bu Fəzaili Nisab Divanə Tələbi bir kitabdır. Minhacul Abidin. Burada kitabların listi qutardı. 500 il bundan öncə bir dana türk bir kitab yazır. 100 kitabdan çox onun mənbəyi var. Yəni adam kitab oxuyurmuş. Bununla belə ki, işi də var. Yəni bunlar mallalıq eləmirlər əksərlər. Bəzisi müəllimdir, bəzisi qazidir, dadgahda işləyir, bəzisi dərbarda işləyir, işləri var. Yəni bir ayrı yerdən hüquq alırlar, gəlirlər var, amma bu kitabı da göylüləri istədiyi üçün yazırlar. Amma diqqət buyurun ki, nə qədər kitab oxuyurlar, müsəllətdirlər, ciddi kitablar. Yəni bizim kimi roman oxumurlar, gedərlər Zəbihullah Mənsurinin kitablarını oxuyurlar, gəlibə tarix oxurlar. Nağıl oxumurlar, ciddi kitablar oxurlar, dərin. Bizim xoşumuz gəlir, xoşumuz gəlməyər. Müsəlmanlar bir iddə kitablar yazıblar, onları İslamın kitabları bilirlər. Mənbələri bilirlər. Bizim xoşumuz gəlməyər, o bir təcrübədir. Tarixdə bizim türklər, ərəblər, farslar, ciyləşlər, kürdlər, Malizilər, Endonezilər, nə bilim, Filipinlilər, Afrikadakılar, Avropadakılar, nə bilim, oradakı bir şeylər düşünmüşük. Bu İslam deyilən bir şey kökətmişik, çoxaltmışıq. Bu bizim düşüncəmizdir, bizim tariximizdir. Yəni biz bunu ata bilmərik ki, bu bir təcrübədir yaşamışıq, bir düşüncədir yaşamışıq, bir anlayışdır yaşamışıq. Bunun içində şərait var, zaman var, məkan var, ehtiyaclar var, qorxular var, əmniyyət var, sülhü var, savaş var. Var ki var, bunların hamısı biz təcrübə eləmişik. Bunları bilmək, bu din ilə müxalifət eləmək, amma mən dininlə müxalifət eləyim. Avropa dininlə müxalifət eləyibdir, Amerika dininlə müxalifət eləyib. Məsələn, sekulardır. Amma İranda məsciddən çox, Türkiyədə məsciddən çox, Kanadada kilisə var. Avropada kilisə var. Və kilisalara qoyulan xərclər. Bu adamlar gedirlər kilisəyə, bunlar kilisəyə nəyə gedirlər? Bunlar dinçidirlər, gedirlər kilisəyə da. Bunlar şəhərdə işləyirlər, siyasətdə işləyirlər. Yəni, bu ki, siyasət qatışmır, bu yalan bir sözdür, inanmayın. Yəni, mən inanmıram, mən şəxsən adam beynin boşaldıb getmir ki, iki beyni yoxdur ki, deyə tamam, bu beyni ilə gedirəm kilisəyə, çıxacağam, bu beyni ilə gedəcəyəm ora. İmkansızdır. Zahirdə hamı, məsələn, bu batılların bir zirəhlikləri var, o da budur ki, gülə-gülə başı kəsə bilirlər. Gülə-gülə, please deyə, lütfən, deyə başı kəsə bilirlər. Biz türklərdə bu yoxdur. Bizdə gülə-gülə baş kəsdi yoxdur. Please deyib, lütfən deyib öldürdü yoxdur. Lütfən əyil, mən səni öldürəcəyəm deyə yoxdur. Hər halda bu adam 500 il bundan qabaq istəyir bir kitab yazsın. 150-200 kitaba müraciə eləyibdir. Bu kitabların şumarəsini də saysaq daha yaxşı olar, amma qalsın. Deyibdir ki, Təmmət be'unillah kitabın da fəhrisindir və hüsn-i tövfiqi qəd vəqəl fəraq min təhrir hazə nüsxə. Nüsxə özü deyib, mən nasixəm. Nüsxə tarixi. Nüsxə tarixi nədir? Ən-nüsxəti şərif, hazihin nüsxə, gərək hazihi ən-nüsxətə şərifə yaza, amma üçün haza gərək deyildi, amma hazihi deyibdi. Qalanı hazihi müənnəs, qalanları müzəkkər yazıbdı. Hazihin nüsxə-i şərif fi yevmi ərbəə. Çərşənbə günü ayın 4-ündə. Ərbəə fi yevmil ərbəə, yevmi ərbəə. 4-ü şəhr-i səfər. 4-ü səfər ayı. Əl-müzəffər səniyi səb'ə və səmaniyyə və tis'əmiyə. Səniyi səb'ə 7, səmaniyyə 80 və tis'əmiyə və 900. 9, tis'ə 9, 100 də 100 və tis'ə
Me'ətə. Tamam. Oldu. Özü də üstə ədədlə də təzəşdən ədədini yazmayıb. Yox, bunu mən orada səhv elədim. 997. Üzrəm, 87. 987. Tarixində bunu yazıbdı. Barakallah li sahibil əziz əzzallah fiddarain bi hürməti Muhammedin və alihi və sahibi əcməin. Özünün adını təəssüflə bu nəssaq yazmadı. Amma gedib baxarıq. Pəs bu nüsxədir, əsl yazı deyil. Əsl yazı çox bundan öncə yazılmış olubdu. Gedək kitabın əvvəlinə görək ki, bu kitabın əvvəlində bizə nə deyir kitab ölümü? Əvvəldə dedik bu kitabın 4 səhifə şeyi var, fehristi var, 4 səhifə boşdur. Əslində 6 səhifə boşdur. Vəqfə baxaq, görək ki, oxuya bilirik bu vəqfi. Vəcədə təhriri hurufi oldur. Vəcdə təhriri huruf oldur ki, iş bu 1276 sənəsində bu kitab vəqf olubdur. 1276-cı səhifəsində vəcd-i təhriri huruf oldur ki, ehtimalen vəcd olacaq. Vəcd məni vermir. Vəcd illət. Vəcd-i təhriri huruf oldur ki, iş bu 1276 sənəsində nə mənə? Kəbatir qəriyə qəmrəsində Həsən Əfəndinin əhli hifz ya əhli xət xatunə bu kitab-ı şərif teybi malindən vəqf etmişdir. La yuba'u və la yüşra la yuba'u və la yeştera və la oxunmur, yəni mən oxuyamıram və la beysə oxudu, beysə hüm fəmən bəddələ bədə ma o cümləni işlədib ehtimalən oxuya bilmədim. Əslisi budur ki, bu xətt əhlindən biri, Həsən Əfəndinin ailəsindən bir xatun xanıma bu kitab yetişibdir. O da vəqf eləyibdir bunu. Kitab 1276 ilində. Bunu burada bildik ki, bu kitab 1276-cı ildə vəqf olubdur. Ondan sonra gedirik kitabın içində Haza İmad, Kitab-ı İmadül İslam. İslam adında bir şey yoxdur. Bu adam bir şeyi öz zehnindən verir İslama, deyir bu İslamın sütunlarıdır. O halda ki, diqqət buyursaz, indi burada daha yaxşı biz anlarıq, niyə İslam deyil. Bu, müsəlmanların. Çünki bu adam 150-200 dənə kitaba müraciə edibdir. Onların düşüncələrinin bəzi yerlərini, önəmli bir yerlərini seçibdir, öz nəzərinə gələn ki, önəmlidir, bu kitabın dərdinə deyər. Onları seçib, burada yazıbdır, özününkini də əlavə edibdir. Bu nə oldu? 150 nəfərin fikrindən istifadə edibdir, özünün də fikrini qatıbdır və bir kitab çıxadıbdır. Bunun harası İslamdır? Heç bir yeri İslam deyil. Bu adam o 150 nəfərin və özünün fikridir. Tutuldu getdi. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. Ya men şe'nuhu tekvinul alemi bit terbiyeti ve tedbir ve terzigihu ma'al ifadatihi ve takdir. Maliki yevmiddin. O ayənin, surənin dalısını oxuyur. Yəni vəsətdə biraz İyyâke nesta'in'dən sonra bir tozih verdi özü. Kimlə köməklik istəyirəm? Ya mən şə'nuhu təkvinul aləmi bit tərbiyyəti və tədbir və tərzifuhu mə'al izafati mə'al ifazatihi və təqdir. Ondan sonra bunu ki, o nəstəyinə görə tozih verdi. İndi Maliki yevmiddin, yəni nə mənə? Umurihim yevməl ubusi qəmterir.
إياك نعبد وإياك نستعين على أصول العين والعيان والإفادة ما أفزته في الروح روح البيان اهدنا الصراط المستقيم جنابی عزك في جوار قدسك Cenab-ı İzzike fi cevari kudsik. Sırat-ı müstakim yani manası budur. Sırat-ellezine en'amte aleyhim kimdiler? Minen nebiyyine ve siddiqine ve şuhada ve salihin. Gayril mağdubi aleyhim. Ellezi redettuhum fi sicni tabiiyye. Fi sicni tabiiyyete. Tabi'ate. Fi sicni tabi'ate. İla asfel safilin. ولا الضالين قد ولا الضالين ندمخته طريق الوصول إلى الجناب المغلوق عليهم الباب آمين آمین معناس نده و انت مجیب مضطر اذا دعاک و تکشف السوء اذا ناداک واعف عنا واغفر لنا وارحمنا. Bu nəzərimə gəlir ki, bir ayrı kitabdan götürüb bunları tövzih verir. Amma görürəm, va'fu anna vaghfir vərhamna üstünə də xətt çəkibdir. Ente mulana fansurna ala qavmil kafirin. Bu Quran olan ayələr gətiribdir. Bunların üstündə xətt çəkibdir. Öz nəzərlərinin üstündə xətt çəkmir. Yəni ki, bu məndən deyil, ayrı Qurandır, hədisdir, ya ayrı adamın ehtimalən sözlərini gətirmiş ola. Amma burada buracan Quran idi. Yəni buracan Quran idi. İndi bu axirdə işte va'fu anna vaghfir lana varhamna ente mulana fansurna ala qavmil kafirin. Bu nə deməkdir? Deyir ki, as-satirinel cud vel vücud el munkeri el meşadete ve şuhud ve salat. Və salatı qırmızı yazdı. Yəni burada şey idi, Quran idi. Ona görə üstlərinə, başlarına xətt çəkmişdi. Buradan bu üzə kəlmələri ki, istir şey eləsin, tövzih versin, qırmızı yazır. Əs-salatu alə'n-nəbiyyil ümmiyil məb'usə alə lisani qavmihi. Hər millət hər lider öz millətinin dilicə danışar. Və Həzrət Məhəmməd çox Quran, məsələn, mən diqqət edirdim, Quranla Nəhcül Bəlağəni qoysaq bir yerinə, Nəhcül Bəlağəni düşünmək çox zordur. Yəni, mənim kimi bir adam düşünmür. Ona bir ustad lazımdır ki, ərəb dilində, o zamanın dilində, nə anlamdadır, onları bilən. Amma gəlirik, yetişirik, Qurana görürük ki, bir adam özünə zor versə, əziyyət versə ki, öyrəşsin, çox rahatdır Quranın dili. Quranın dili çox qolay, çox özü də ahəngindir, yəni musiqisi var Quranın dilində. İçində bir musiqi var, bir şeir kimidir, çox yeri. Vəs-salatu, görək nə deməkdir, qırmızı yazdı bunu. Vəs-salatu alə'n-nəbiyyil ümmiyil məb'usi alə lisani qavmihi. Kimdir qırmızı yenə? Muhammedin el-müşari ileyhi fil məliki vəl-mələkuti fi mülki vəl-mələkuti bil-qeybiyyati və alə alihi və əshabihi xassətən və alə cəmi'il mü'mininə ammətən. Qalə, kim qalə deyibdir? Qırmızı yazıb, bilmirik. Qalə kim? Sahib-i şəriəti vəl millə. Bu deyən kimdir? Əcəba kitab adıdır. Qalə sahib-i şəriəti vəl milləti və din. Kimdir? Nəbiyyül İslami maliki yevmiddin aleyhi əfzəlü səlati və əkməli ət-təhiyyat. İndi buradan bu üzə yenə getir ayə, çünki nəzərimə gəlir ki, başı üstəki xətt çəkir, bu ayə olacaqdır. Bünyəl İslamu alə xəmsin şəhadətü ən la ilahə illallah və ənə Muhammedən abduhu və rasuluhu və iqamətis səlati və itaiz zəkati. Buradan bunun başı üstə xətt çəkdi, Quran deyil bunun hamısı. Yəni, Quran deyil əslində, amma xətt çəkibdir. O qalədən sonra, qalə deyibdir bunu. Əlbəttə dedi, qaləni Peyğəmbər deyibdir, bu hədisi gətirir. Bu bir hədisdir Həzrət Məhəmməddən. Ona gedir, qalə sahibi şəriəti vəl milləti və din, bünyəl İslamı, buranı əvvəldə özündən deyib burası. Bünyəl İslamı maliki yevməddin əleyhi əfzəlü səlati və Nəbiyyül İslam, bünyə deyil, Nəbiyyül İslami, görürəm ki, məna düz gəlmir.
Bundan sonra gəlir deyir ki, Peyğəmbər nə deyibdi, onu dedi. İndi burada nə deyir? Əz-zəkati və somi. Buranın da başı üstə xətt çəkməyibdi. Amma bu nəzərimə gələcəkdir ki, və somi şəhr Ramazan və həccil beyti mən istita ileyhə səbila. Burada fikrim qurtarır bu ayə. Amma başı xətt çəkilmir. Çünki başının üstündə şey var. Çarçıvə var. O çarçıvə olduğu üçün də o qırmızı xəttə çəksə görünməyəcəkdir. Çünki çarçıvənin özündə qırmızı xətt var. Sədqə Rasulullah, onu Rasulullah demişdi o hədisi, ondan nəql elədi. Yəni bilmirik Həzrət Rəsul deyib ya yox, amma deyirlər ki, Həzrət Rəsul buyurubdu. Ondan sonra deyir ki, Həzrət Rəsul düz deyibdi. Çünki biz inanırıq ki, Həzrət Rəsul yalan danışmaz. Onun üçün biz bunu görürük. Və bələğə həbibuhu ərəbən füsəhaləri. Aha, buradan başladı. Ərəbən füsəhaləri bir mənayı məquli xaricdə məhsusə təşbih edərlər. Bu kitaba yaxın bir kitab oxumuşuq. Yəni bu cümləyə diqqət buyursanız, bir neçə gün öncə bu kitabı oxuduq əslən. Ərəbən, hətta buradan beləsi başlanırdı. Füsəhaləri bir mənayı məquli, ağlımızda bir söz keçir, amma bu məquldur. Allah, eşq, irfan, bunlar məqulatdır, riyaziyyatın şeyləri, həndəsə, o şeylər ki, beynidə var, eşikdə o qədər yoxdur. Deyir, onları anlatmaq üçün bir mənayı məquli xaricdə məhsusə təşbih edərlər ki, müxatəblərinə ziyadə fəhm olə. Burada bir ayrı kəlmə yazmışmış, onu qərəliyibdir. Ona görə vəsətdə bir qərə kəlmə var, ondan sonra geçir. Pəs, qırmızı yazıbdır. Pəs demək nə deməkdir? Pəs, bu mübarək hədisidə İslam məqul istiari məkniyyə uslubi üzərinə beyti məhsusə təşbih olunur. Beyti məhşur ola bilər. Yox, məhsusə. Beyti məhsusə, beyt, ev. Məhsusə yəni hiss olan. Siz bunu görürsünüz, əl vura bilirsiniz, iyləyə bilirsiniz, eşidə bilirsiniz bu evin içində danışanda səsləri. Beyt məhsusə təşbih olunduğundan bu məna fəhm olundu ki, hədisidə zikr olunan əhkamidən birisin tərk eyləyənə müslim denilməyə, zira ki, bunlardan birinin 5 dənədən. Mən bundan müxalifəm, bu əsla və əbəda belə deyil. Bu mollanın dediğidir. Yəni, bu molla belə düşünürmüş ki, əgər məsələn, sən oruç tutmasan, müsəlman olmazsan, müslim olmazsan. Müslim olmaq buna deyil, şəhadətini demaqadır. İslamda da 3 dənə şəhadət yoxdur. Şiələr 3 dənə şəhadət eləyiblər. Amma İslamda 2 şəhadət var. Biri əşhədu an la ilahə illallah və ikincisi əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Tutuldu. Şiələr əşhədu ənə Əliyyən vəliyullahı da əlavə eləyiblər. Müslüm denilməyə, zira ki, mən fikrim bu kitabı oxumuşuq. Mənə burada o birinci bölümü yox, bu bölüm mənə tanış gəlir. Şayət də bir ayrı kitabdan istifadə elədiyi üçün tanış gəlir. Görək. Pəs bu mübarək hədisdə İslam aha, bunları oxumuşduq, gəlmişdik əşaya. Müslüm deyilməyə, zira ki, müşəbbəhün beh olan beyt 4 divar ilə bir səqvidən ibarətdir. Cümləsi bulunmayacaq beyt denilməzdir ki, denilmədi ki, cümləsindən biri bulunmayacaq kərubeyt denilməz. Kərubeyt denilməz. Əgər səxv olmasa, ağıl dərlər. Oxumuşduq, bunlar cinə yadımıza gəlir. Əgər 4 divarından biri olmasa, ya məsalik dərlər, yarımsalıq dərlər. Yarımsalıq, eyni bu cür yazıb, yarımsalıq dərlər. Dərlər, dillə, eynə yazıb, dərlər. Pəs, indi əhkam-ı xəmsədən birini zayi eyləyənə
lazım gələcək gəldi. Cümlə əhli iman ilə binəmazlərimiz Allah Teala hidayət eyliyə. La huvlə və la quvvətə illa billahil aliyyil əzim. Və bə'dü. İndi burada yetişdi. Əsli görək ki, özü nə deyəcək? Buradan pəs filan demişdi. İndi burada görək ki, bə'dün pəs həmişə nəticədir. Türk dilində, hətta fars dilində də, yox, fars dilində nəticə olmur, amma nəticədə iş yerinə işlətmək olur. Və bə'dü əz əfüzzü əfai və əfqərü الفقراء قلیل البضاعتی کثیر الخسارتی عبدالرحمن ibn Yusuf sabiqən əydürçi. Kimdir bu Abdurrahman ibn Yusuf? Bilmirik hala. Görək bu kimdir? Sabiqən əydürçi deyərdi. Sabiqən deyərmiş ki, əydürçi xeyli zamanıdan xatirimdə idi ki, iş bu mübarək hədisi cəvami-i kəlam olub ibadəti zahirə icmalən müştəmil olduğu əcəldən bunun tərtibi üzərə bir risalə kibicə, yəni bənzər bir risalə cəm eyləyəm ki, mübtədilər mabeynində Əbulleys müqəddəməsi kimi istimal oluna. Onlar ki, başlayırlar din haqqında mədrəsədə dərs oxuyarlar. Bunlar Əbulleysin müqəddəməsi kimi bir kitab olsun. Əbulleys bir müqəddəmə yazmışmış. Ona tay. Mən bu kitabı oxumuşam. Yəni bu kitab mənə çox tanış gəldi. Yəni tamamən kəlmə tanış gəlir mənə. İstimal oluna. Allaha şükür olsun. Bə'd zamanın adı, bu yazanın adı Abdurrahman yazar. Yazar kimdir? Abdurrahman ibn Yusuf. Adın yazılıq bura. Abdurrahman ibn Yusuf'u sonra taparıq, amma biraz oxuyaq, sonra gedək şeyə. Çünki dediyim kimi bu kitabı mən nəzərimə gəlir ki, oxumuşam. Bə'd zamanın iş bu Ümdətül İslam gördüm. Həman şül kökülmədən, gönülümdən geçən gibi bəlkə dəxi ola Əbu Hənifə məzhəbi üzərinə 85 parə mütəbər kitablərdən əhkam-ı xəmsə tərtibi üzərinə ələ təfsil Mevlana Abdüləziz Farsi əcəm dili üzərinə cəm eyləmiş buldum. Gördüm ki, 85 kitaba istinad eləyərək bir nəfər adı nədir? Mevlana Abdüləziz Farsi, fars dilinə, yəni əcəm dilinə bir kitab yazıbdır. Elhamdülillah, onu tapdım. Elhamdülillah, murad hasıl olmuş. Deyir, o istəyim ki vardı yazam, bu adam yazıbdır. Deyib, bir zaman istimal etdikdən sonra gördüm ki, deyir ki, bir zaman bu kitabdan istifadə elədim. İndi ehtimalən dərs verir. Çünki orada da dedi ki, mübtədilərə bir kitab yazım. Daha dərs verir mədrəsədə. Bir mədrəsədə dərs verir, ustaddır. Bu orada deyir ki, gördüm, biraz bu kitabdan istifadə elədim. İstifadə eləsin, gördüm Farsi kitabıdan yorum və vilayətində bu Farsi kitabından bu Rum vilayətində çox kimsənə fayda edəmədiyi əcəldən geri ol cəmi məsabih ədəmdə olmağın xeyrün nasə mən yenfəun nas hədisi müqtəzasınca müsəlmanlara ibadət elmi asan olsun deyib. Burada deyir ki, hər halda gördüm ki, türklər bunu anlamırlar. Rum deyəndə, yəni mənzur türklər. Rum sözü dostlar, şey deyil. Rumlu deyirik, o deyil. Geçən 6-700 ildə Rum adında bir torpaq və məmləkət olmayıbdır. Rum dediyimiz yer, yəni bu günləri Avropada, yəni bu gün gedir Vatikandan belə tutun gəlin, ta Türkiyə, bu günkü Türkiyə Rum deyilir. Hətta bəzi coğrafiya adı Rumeli var. Türklərdir yenə də orada. Onun üçün bu deyəndə Rum
O biz ki tarixdə yalancı tarixdə höcətlərdən Rum var imiş qədim elə belə o deyil. O ona hesab olmur. O çox kiçik bir torpaqlarda özləri də buna deyirlər prens torpaqları da. Deyir dilədim bu əbdətül İslam bu Öbədətül İslami Türki lisanına tərcümə eyləyəm. O farsı kitabı da yəni. Oğlu ilahi ilə amma hər bir məhəldə münasibətlə məsail-i şər'iyyədən və əhadis-i nəbəviyyədən və dini İslamidə gayet mühüm olan müşkillər xüsusində Allah-u Təbarəkə və Teala verdikdən təfsil etdim. Bir o şəyə tərcüməyə başladım, amma özüm onu hədislərə, filanlara ilave baxaraq izafələtdim, təfsil elədim, yəni uzatdım da, o təfsil fəsli sözündən. Və Ümdətül İslam tamam olduqdan sonra hər kişiyə lazım olan, bunun Ümdətül İslam, İmad-ı İslamçı deyir, ümdə sözündən burada gətirir. Ümdətül İslam tamam olduqdan sonra hər kişiyə lazım olan hüquqidən və adəbidən, adab deyil, adəbdən və həşridən bir miqdar yazıb 60 parə mütəbər kitabidən nəql etdim və dini İslamın cəmi və vacibatın cami olub cümlə müştəmil olduğu üçün İmadul İslam diye ad qoydum. Amma bu Ümdətül İslamın içində məzkur olan kitabların əsamisi və bu İbadül İslamın məxəzi olan kitabların adləri kitab axərində ələt təfsil yazılsa gərək. Təkid əcəli üçün. Zira Haqq Teala'nın kəlami nəssü qatilərin gayet əlası ikən buyurdu ki İnne haza lefi suhufin el-ula suhuf-i İbrahimə və Musa. Deyir ki, Quran özü deyir ki, bu mən yazdığım özümdən deyil. Bu məndən öncəki kitablarda da gəlibdir. Suhuf-i Ula və Musa'da. Deyir, hər halda mən də özüm bir 60 kitab əlavə elədim. O 80 kitabına, neçə kitabını yazmışdım, mən də ona bir 60 kitab əlavə elədim. Onlar məsələn 140 kitab ya 150 kitab bu hududda. Müqəddəmətül kitab. İndi burada gedir kitabın müqəddəməsinə başlayır. Mən nəzərimə gəlir bunu oxuduğumuz üçün buna buradan qoyaq qalsın. Yazarını da bildik. İndi bunu tapa bilirik əlbəttə. Hangi tarixdə yazıb? Bəlkə müqəddəmədə bir şey yaza. Tarixini də tapa bilərik əlbəttə. Yine burada bir ayrı cümlədə cəlib bir şey yazıb. Gördüm Türkçə şey yazıbdı. Onu istedim bu türkünü də oxuyayım. Cəlibdir. Deyir ki, ustadidən oqmaqla bilsün gərəksə, üləmadan eşitməklə bilsün gərəksə, türkü kitablərdən oqmaqla bilsün. O zaman ki bu kitab yazılıbdı, türkü kitablar var. Pəs məqsud kəndi halin bilmək olduysa, halin bilən alim oldu, halin bilməyənlər şərrindən cümlə ümməti Muhammedi Allah sakləyə. Amin ya mücibəs sailin. Bəduhu bu kitab cəmi ibadatın kəmmiyyat və keyfiyyatın və əcaibi səvablərin müştəmil olduğu heysidən. Buraları da gördük. Əcəba bu kitabın tarixinə görə bir şey yazardı. Burada bir işarə eləyibdi, eləməyibdi. Ona baxıram, amma mən bir şey görə bilmirəm. İstəmirəm də ki, burada çox vaxt qoyum. Çünki bu kitabı oxumuşuq bir dəfə. Mənə belə gəlir. Bəlkə də bir ayrı nüsxəsini oxumuşuq. Yəni, nüsxə ilə nüsxənin tarix fərqi var. Gedirəm axirdən bu son səhifələri demişdik ki, bir baxaq. Görək ki, burada nələr var. Kitabın mərdani tamamincə
anlamaq üçün xaricdən bir misal gətirmək gayət münasibdir. Məsələn, bir kimsənə mücrim olduğu üçün qeydi bənd olub, əvvəla əlin kəsməgə, bədühü 10 yıl zindanədə çürütməgə, bədühü çıgarıb asmağa əmr olunsa yenə bu cümlə ilə sultan əfv edib bir tərəfdə padişahlıq vermək ehtimali də olsa, yəni padişah hətta deyir belə bir şey olsa padişah eləyə bilər, əfv edə. Ol mücrimin əlində 5 dənə akçesi olsa sultan tərəfindən desələr ki, ol 5 akçə xərc eylərsə cəmi cürmünü əfv edib bir tərəfdə olu padişah əyləyən ol mücrim 5 qiyamıyıb 5'ə qiyamıyıb bu əzim məsləhətlərə bəşi çox görsə sən ana məcnun deməkdir. Bəlkə kafir demək də təvəqqüf eyləməzsin. Pəs bu hali qeyri kimsənə də görsəvüz nə deyəcəyimiz məlum oldu. Lakin bu haldə burada bir cəlib bir söz dedi əslində, amma bu kitabı bəzi məsələlərin şeyləmək üçün biz bu kitabı oxumalıyıq, düşünmək üçün. İçində fikri məsələlər var. Məsələn, burada cəlibdir ki, əgər belə bir adam məhkum ola, əlin kəsələr, 10 il zindana verərlər və sonra çıxadıb bunu asalar, bu belə bir adamın cibində 5 akçəsi olsa, sultan desə ki, o 5 akçəni versə əfv olar və o adam desə ki, yox vermirəm, bu akçə mənimdir, vermirəm, deyir, onda buna dəli deyərik. Kafir deyə bilmərik, dəli deyərik. Çünki 5 akçə ilə adam şey ola bilər. İstəyir desin ki, yəni bir adamın əqli yerində olmasa, təşxis verə bilməsə mənafiyin, o aqil deyil. Aqil olmadığı üçün də onu edam eləmək olmaz, onu əlini kəsmək olmaz, onu falan eləmək olmaz. Bunu istəyir desin, ehtimalən, amma biz bunu tanış deyilik. Təəssüflə biz Osmanlıda özəlliklə sistem ilə tanış deyilik. Məsələn, keçən dəfələrdə bir kitab oxurduq, orada gördük ki, yuxa haqqında oxurduq, təbir falan bunlar haqqında oxurduq. Orada bir oxuduq, gördük ki, bir neçə işləri ad apardı ki, bunları əgər yuxuda görsə, ya bunlar əgər yuxu görsələr, çox fərqlidir, onlar doğru çıxa bilər. Biri mədəl idi, biri nə bilim müzəkkir idi, biri falan idi, buranın. Bunların içində biri var idi ki, gedir də axtarırdı, görüm ki, bir adam ki, şahid getir, əcəba bu ömründə yalan danışıbmı, oğurluq eləyibmi, xəlqə zülmü sitəm eləyib ya yox. Bizdə bunlar yoxdur. Yəni biz şiələrdə, xüsusən bu İran vəziyyətində yoxdur bunlar. Kitabı çox deyirəm, mən bunu nəzərimə, kitab çox gözəl bir kitabdır, amma oxumuşuq nəzərimə gəlir. Burada bir şey görürəm, bunu da oxuyayım, sonra yavaş-yavaş kitabı qutaraq, çıxıq bir ayrı kitaba. Geçən Nuridən məhrum olduğu kimi, sən daxi təxfif edib bu kitabı faydələrindən İraq düşməyəsən. Üləma yarənlər Türkçe deyib təxfif etdikləri Türkçe hikayə. Bilirsiniz, İslamda özəlliklə mollalar ərəbcə dilinə İslam dili deyə asılıblar da. Yəni bu bir dənə vaqiiyyətdir. Tarixdə Peyğəmbərin dili ərəbcədir, Quran ərəbcədir, əhadis ərəbcədir, sünnət də ki yazıblar. Mən qəbul eləmirəm sünnətin bir çoxun, inanıram ki, bunların bir çoxu sonradan düzəlmədi. Əlbəttə ki, sünnət var. Həzrət Məhəmməd yaşayıbdır. Yəni Həzrət Məhəmmədin yaşam tərzi olubdur. Amma məsələn, Həzrət Məhəmməd qusl eləyəndə, yəni yuyunanda şir yox idi yuyunsun, hovuz yox idi girsin hovuzun içinə. Məcbur idi ki, kası ilə götürə başına su tökür. Əvvəl başına tökürdü, sonra sağına tökürdü, sonra soluna tökürdü. İndi bizə bunu aynı şəkildə bizə demək biraz, yəni o zamanın imkanlarına bağlı idi Həzrət Məhəmməd. Sünnət dediyimiz dəvə ilə hərəkət edirdi. Dəvə südü yeyirdi.
Ya bəzi meyvələri yeyirdi, çox meyvələr yeməyibdi. Əcaba indi o meyvələr yeyilməsin ki, Həzrət Məhəmməd yeməyibdi, sünnətdə yoxdur. Sünnət deyil, imkan, tarix, zaman və məkan. İmkanlar da mühümdür. O zaman təyyarə yox idi, o zaman maşın yox idi, o zaman qatar yox idi. Meyvəni filan yerdən vurub gətirirlər bura. Məsələn, Quranda portağal yoxdur, moz yoxdur, ananas yoxdur, kivi yoxdur, nə bilim, minlər meyvə var ki, yoxdur. Çünki görməyiblər, bilmirlər, neynəsinlər. Yəni, o toplumda, o tarixdə, o şəraitdə sünnət, onların üzündə sünnət yaranmayıbdır. Sünnət almanın üzündə məsələn yaranıbdır. Deyibdir ki, istəyirsən məriz olmayırsan, gündə bir dənə alma ye. Yəni, bu qədər alma olduğu üçün, incir olduğu üçün, ya bəzi meyvələr olduğu üçün, yəni, bu qədər. Onun üçün, burada deyir ki, mollalar, dinçilər İslama bir ərəb dilinə, Quran dilinə, Allahın göndərdiyi kitabın dilinə əslində və Allahın dilinə, benoidə Allahın dilinə təəssübləri vardı. Peyğəmbərin dili, Quranın dili, Allahın dili olduğu üçün və belə sünnət də o dil ilə yazıldığı üçün mollaların bir təəssübü var idi. Onun üçün ayrı dildə din ya bir şey oxumaq istəmirdilər çoxu. Onun üçün burada bir şey yazır ki, deyir ki, əgər bunu biraz da geçsəm üst tutan, belə yazar. Beyt, aqil olan yara bu tənbih yetər, cahil olan cevheri söyə ətər, suya atar. Aqil olan, cahil olan cevheri suya atar, suya atar. Pəs bu kitabın muradi bu vəcihilə xeyirlərə dəlalət olduysa, bunun libası türkidir deyib, çırağın dibi, görürsünüz, baxın, bu adam bir mədrəsə ustaddır da, bir mədrəsədə müəllimdir. Bu, indi orada türkicə yazıbdır və ümum müsəlmanlara yazılıb. Yəni, bu kitab orada fəqət oxunmayacaqdır ki, ayrı yerlərdə də oxunacaqdır. Bəllidir ki, bu adam orada türkcə dərs verir. Biz özümüz də Təbrizdə Talibiyyə məscidində və mən 3 dənə mədrəsədə Səfərəli məscidi var idi. Orada dərs oxudum əvvəldə, orada başladım. Talibiyyədə oxudum. Sonra bir dənə də Məhəmmədiyyə mədrəsəsi var idi. Orada 1-2 dəfə getdim, çox getmədim. Amma məsələn, bunlarda bizə türkcə dərs deyirdilər. Yəni, kitabı ərəbcə oxurdu, amma ustad bunu bizə türkcə anladırdı. Ərəbcəsini oxurduq, türkcəsini danışırdıq. Yəni, şərh vermək, açıqlamaq hamısı türkcə olurdu. İndi zahirən farsçaya keçibdir, bilmirəm. Yəni, mənim indi 50 ilə yaxındır, 50 il deməyək, 40 ilə yaxındır, huzələrlə heç bir ilgim olmadığı üçün təəssüflə xəbərim yoxdur ki, nə keçir, nə keçmir. Amma burada görürük ki, bu mədrəsədə müsəlmanlar üçün, üləmalar üçün bir kitab yazıb türkcə. Ona görə deyir ki, pəs bu kitabın muradi bu vəsilə xeyirlərə dəlalət olduysa, bunun libası türkidir deyib, bunun yəni dili, libası, görünən vəziyyəti türkidir deyib, çırağın dibi bu dənlü nuridə nə var dedik üçün nuridən məhrum olduğu kimi çırağın dibi, çıraq yanar, dibinə kölgə düşər. Bilmirəm, dostlar bunu görüblər, qədim çıraqlarda çox var. İndi də elə bu lamp ki yanır, lampın arxasında bir şey vardır da, yəni bir plastik var ya, bir səxsi var ya, bir çini. Bir çini var, ona bağlırıq bu lampı, bu badrumu, buna bağlırıq. Bu ışıq verəndə bu arxasından səxvə qaranlıq düşər. Çıraq dibinə ışıq salmaz, bunu deyirlər. O çıraq dibinə ışıq salmazın misalını burada tozih verir. Deyir ki, bu çırağın dibi, bu dənlü nuridə nə vardı? Çırağın dibinə deyir, baxasan deyəsən ki, bunun dibində niyə ışıq yoxdur? Nə dənlü vardı deyildiyi üçün nuridən məhrum olduğu kimi o nura baxmıyor, fəqət bu kölgəyə baxar. Nura baxmıyor ki, bu hər yerə işıq salır. Məhrum olduğu kimi sən daxi təxfif edib bu kitabın faidələrindən iraq düşməyəsin. Yəni, türk dilin təhqir eləmə ərəbcə, dedən ki, ərəb elədi, belədir, yox. Türk dili özü bir işıq verir, təbiyyəcən dibi
kölgəsi ola bilər. Yəni türk dili olduğu üçün deyir, amma içi deyir bunun işıqdır. Sən dəxi təxbir edib bu kitabın faydələrindən iraq düşməyəsən. Üləma yaranlar, ürəma, alimlər, yalanlar, dostlar, yoldaşlar, Türkçe deyib təxvif etdikləri türkçe hikayələr və muizələr kitablarıdır. Deyir, o dedikləri ki, deyirlər türkçedir, bu kitab deyil, belə kitablar deyil. Bəlkə o nədir? Hikayələr, nağıllar və muizələr kitablarıdır. Deyir, onları üləmalar, böyüklər, üləmalar, yaranlar, onları təxvif edirlər. Bu kitab əhkam-ı şəriyə kitabıdır. Əhkam-ı şəriyə zamanə müqtəzası üzərinə. Diqqət buyurun, burada zamana çox diqqət edilir. Əhkam-ı şəriyə zamanə müqtəzası üzərinə xəlqə təfhim üçün axər lisan ilə təbir olunmaq ürfi zamanıdır. Hər yerdə olursunuz, o axər zamandır, axər lisan, yəni o lisan ki, o dil ki, ondan danışılır o yerdə, onunla təbir olunmaq ürfi zamanıdır və eyni kəmalıdır. Bu dəvi üzərinə iki şahidlərimiz də var. İki şahidimiz var, deyir, bu iddiamıza ki, ana dilində kitab yazılmalıdır hər millətin. Din kitabı özəlliklə. Məvali İzam zamanında, məvali dediyimiz bir şeydir. Misrdə bir hükümətdir. Məvali İzam zamanə müftiləri cavabı türkçe yazdıkları və vilayət qaziləri əhkami şər'iyyə türkçe buyurdukları və ma ərsəlna min rəsulin illa bilisan qovmihi, deyir ki, orada deyiblər, müftilər deyiblər ki, qazilər hər torpaqda o millətin öz dilində mühakimə edilmişlər, hökmü verilmişlər. Onlar fətva istəyəndə o fətvada deyiblər ki, bu ayəyə istinad ediblər. Ma ərsalna min rəsulin illa bilisan qovmihi. Biz heç bir elçi göndərmədik, illa ki o millətin dilində danışaq. Pəs məlum oldu ki, bu kitab füqəha kitablarından lisan qovm üzərinə mötəbər kitab oldu. Cəmi xəlqə mənfəəti am olduğu üçün elmi nafi oldu. Bəlkə Qur'an-ı əhkamın bəyan etdiyi üçün Türkiyə tərcümə olunmuş Qur'an oldu. Deyir, hətta bu kitab Qur'andır əslində. Lakin hər şeyən ixtisar mətlub ikən və həm bu kitabıda ixtisar tamam murad ikən savqi ilahi ilə bir miqdar qış gecəsi gibi tətvil vaqi oldu. Deyir, əvvəl qəsdimiz bu ki, şey yazaq, qıssa yazaq, hər şeyi, amma deyir, qış gecəsi uzun olurdu, otururdular yazı danışırlar, deyir, ona kimi sözü gətirdi, uzun oldu. Tətvil vaqi oldu, bi eyb xuda. Fəqət Allah eybisizdir. Tamam, buradan bu üzrədə geçəcəkdir, oxuyaq, çünki bu kitabın axırda bəlkə burada bizə bir şey verdi. Beyt, bu niyyət yox ikən əvvəl bunu soğ eylədi əvvəl. Bu niyyət yox ikən əvvəl bunu savq eylədi əvvəl. Nə buyurulsa qəbul etmək şiar müslümin oldu. Şuru etdikcə cəminə bu əhkami şəriətin şəraiün. Şuru etdikcə cəminə bu əhkami şəraiün şəhab-ı Quds alidən əcayiblər nüzul etdi. Burada qutardı o. Beyt işi demişdi, 2 beytidən ibarət idi, qutardı. Ümiddir ki, Haqqı Teala cümləmizi və cəmi əhli imani, şeytan insi və şeytan cinni şərrindən kendi hifzi əmanində qılə. Doğru yoldan doğru yoldan erməyə, imaniden irməyə. Bu dualar qəbul və məqbul olmaq üçün Fatihə oxuyan didar əhəddən və şəfaət Əhməddən məhrum olmaya. Aleyhissalatu vesselam və alə alihil kiram. İlahi bi hurmeti seyyidil enam və ilahi el-izam müsennifəhu və katibəhu və dinləyicisinə və əhkami ilə əməl edəcisinə rəhmət eylə, amin. Eylə ya Rəbbəl aləmin, amin. Təəssüflə gördük ki, bunu oxuduq. Burada bir
yazarın adını bildik, amma bu kitabı tarixini bilmədik. Keçən sərdə fikirlərim bu başımıza gəlmişdi. Bunu gedək buradan soruşaq, görək ki, bizə nə deyir. İmadül İslam adlı kitabın yazarı Abdurrahman İbni Yusuf. Abdurrahman İbni Yusuf'dir. Bu kitap ve yazar hakkında bilgiler verebilir misin? Görək ki, nələr bu kitab haqqında bizə deyir. Kitab-ı İmadül İslam kitabı və onun müəllifi Abdurrahman İbni Yusuf haqqında məlumatlar belədir. Kitab haqqında İmadül İslam bu əsər klasik dövrlərdə əsasən fiqh, əqaid və əxlaq mövzularında yazılmış önəmli qaynaqlardan biri hesab olunur. Kitabın içindəkilər ümumi olaraq bunları ihatə edir. İmanın əsasları, tövhid, nübüvvət, məad haqqında bəhslər. İbadətlər, namaz, oruc, zəkat və həcc kimi şər'i hökmlərin izahı. Əxlaq və təqva, müsəlmanın gündəlik həyatında riayət etməli olduğu mənəvi dəyərlər. Bu kitab öz dövründə təlimi bir karakter daşıdığı üçün mədrəsələrdə və dini təhsil ocaqlarında dərs və vəsaiti kimi də istifadə edilmişdir. Yazar haqqında Abdurrahman İbni Yusuf. Abdurrahman İbni Yusuf bəzi qaynaqlarda Şeyx Abdurrahman kimi tanınır. Osmanlı dövründə və ya ondan əvvəlki şərq elmi mühitində, yəni Osmanlıdan öncə, onda deyilir 750 bu illər, 800-ə yaxın, 800 bu illərdə Osmanlı yavaş-yavaş şəkillənir. İslam tarixindən danışırıq. Əvvəlki şərq elmi mühitində fəaliyyət göstərən böyük alimlərdən biri idi. Onun haqqında bunları qeyd etmək olur. Elmi kimliyi, o həm bir fəqih, hüquqşünas, həm də bir mütəkəllim, əqaid alimi kimi tanınırdı. Dil və üslub. Yazarın dili dövrünün elmi tələbinə uyğun olaraq zəngin və dəqiqdir. Məncə çox sadə yazılıb. Yəni mən bunu inanın ki, Təbriz dili kimi yazılıbdır. Yəni belə gördüm. O çətin dini məsələləri sadələşdirib xalqa və tələbaya mən tələba oxudum, cəm gəldi nəzərimə. Amma tələbaya çatdırmaqda mahir olmuşdur. Hədəf kitləsi. Abdurrahman İbni Yusuf bu əsəri yazarkən məqsədinin insanlara dinin dirəklərini imad, sütun deməkdir, öyrətmək olduğunu vurğulamışdır. Tarix və əlyazma. Bu kitab müxtəlif əlyazma nüsxələri dünyanın böyük kitabxanalarında, o cümlədən Türkiyə, İran, Misir kitabxanalarında mövcuddur. Əsər eyni zamanda Türk və Fars dillərinə də tərcümə olunmuş və ya şərh yazılmışdır. Əslində bu Türk dilində yazılıbdır, bu dilində, amma bir ayrı Farscadan deyil tərcümə eləmişəm, amma özüm izafə eləmişəm. Siz bu kitabın xas bir bölümü, tamam. Yazarın doğum və vəfat tarixləri haqda hecricə bilgilər
ver lütfen. Burada görək şey, ehtimalən bu Səlcuqluların son dönəmində başlayıb, yəni varmış. Belə görünür. Səlcuqlular dövrəsi də mədrəsə sistemi, əlbəttə bilirsiniz ki, Öməvidən yavaş-yavaş başlayır. Ən çox Əbbasi dövrəsində çox güclü gəlir. Əbbasi dövrəsində əslində İslam dünyasının, müsəlmanların deyək, müsəlmanlar dünyası çox güllənən, çiçəklənən, bar verən çağdır və heç bir dini baxışı üstün tutmur. Təəssüflə biz türklərə keçəndə biz bir baxışa hər şeyə biz ikəlli yapışarıq. Və hər şeyə ki yapışdıq, onu bir yerə çatdırarıq. Onun düşmənlərini dözmərək, qəbul eləmərək. Təəssüflə biz türklərdə bu hala var. Yəni, siyasi olaraq da baxsaq belədir, hüquqi də olaraq baxsaq belə, din də olaraq baxsaq belədir. Yəni, biz məsələn, şiəliği qəbul eləyəndən sonra da dibinəcən getmişik, Həzrət Əlinin az qala bəzilərimiz hətta Allah eləmişik da. Yəni, bəzilər ələllahi deyə olublar məsələn. İndi bilmirəm, onlar əlbəttə nə qədər Allah bilirlər, nə qədər bilmirlər, onu mən bilmirəm. Ola bilər İsa kimi məsələn bir şey bilərlər. Allahın oğlu kimi belə bir şey bilərlər. Amma mən yəni oxumadığım üçün o haqda bir şey bilmirəm. Bəli, elə adından qəzavət edirəm. İmadül İslam kitabının yazarı Əbdülrəhman ibn Yusuf haqqında hicri tarixlər belədir. Bu əsərin yazılma tarixi və əlyazma nüsxələrinə əsasən müəllifin fəaliyyət dövrü hicri 10-cu il. Biz burada yazıb ki, yəni 900 illəri olacaq, aid deyilir. Kitabın təlif tarixi İmadül İslam kitabı 950 hicridə yazılıbdır. Pəs bu yazı tarixi hicridə yazılıb. Bu da bunu deməkdir ki, hududən 500 ilə yaxın, 2-3 il o üzbüz gələr. İndi 1447 deyək, əgər bundan çıxsaq 950-ni, əlbəttə Osmanlının əvvəlləri olmur. Bu da 497 il öncə. 497 il öncə yazılmış. Amma Osmanlının əvvəlləri ya sonraları bundan bir çox qabaqdır. Bu beləsi deyəndə biraz ondan düşünmür. Katibin təlif tarixi. İmadül İslam kitabı 950 hicri ilində yazılmışdır. Yazarın vəfat tarixi Əbdülrəhman ibn Yusifin vəfatı haqqında dəqiq bir gün qeyd olunmasa da, onun hicri 10-cu il, yəni 900-cü ildə ortaya, yəni təqribən 950-960-cı illərdə vəfat eləyibdir. Yəni, buradan bura vəfat edirsə, kitab da bundan biraz elə ölən gün yazmayıbdır ki, vəfat etdiyi təxmin edilir. Nüsxələrin qeydiləri bu kitabın məşhur əlyazmalarından biri 995 hicridə ki, bizdə də əlimizdə var idi. 998, biz 87 əlimizdə var. Bu 95'də, hətta bundan da bir 8 il sonra yazılıbdır. Bu kitabın məşhur əlyazmalarından biri 995 hicri Zilhəccə ayı ilində Məhərrəm İbni Xudaverdi tərəfindən köçürülmüşdür. Yəni istinsaq olmuşdur, xəttatlıq olmuşdur. Bu dediyim kimi bizim əlimizdə olan bundan bir 8 il öncə yazılan bir not. Sizin bəhs etdiyiniz Əbdülrəhman ibn Yusuf Çövdəri ya da fiqh sahəsində məşhur olan Ümdətül İslamın müəllifi Mövlana Əbdüləziz Faryabinin əsərini tərcümə edən şəxsidir ilə qarışdırılmamalıdır. O, əsasən Osmanlı elmi mühitinə yaxın bir alim olaraq tanınır. Tamam, biz buradan bunu bildik. İndi burada bir dənə ittilaat verək ki, mənim əlimdə olan PDF-in nəsxı
isə 987-ci ildə 987 Hicridə yazıb və adı isə neydi bunun adı? Abdurrahman ibn Yusuf, onun yox değildi. Bu yazarın adı biz görmədik, yox. Adı yox idi elə bir. Demişdi burada, demişdi ki, nə mənə? Kitabların adını dedi. قد وقع الفراغ من تحرير هذه النسخة الشريف في يوم الأربعاء في عن شهر الصفر المزفر سنة 87 و 900 بارك الله لصاحب العزيز أعز الله في الدارين. Yazmayıbdı, təəssüflə adın Nəssah yazmayıbdı. Bunu adın götürək, adın görməmişik, yazıbdı. Buradan bu yüzəsini silək. (987 Hicri ilində çökürülmüş, istinsaq edilmiş nüsxə bu əsərin ən əski və dəyərli nüsxələrindən biri sayılır. Sizin əlinizdə olan bu tarix yazarın ölümündən çox az sonraya və ya yaşadığı dövrün sonlarına təsadüf edir ki, bu da mətnin əslinə nə qədər yaxın olduğunu göstərir. Bu nüsxənin xüsusiyyətlərini daha yaxşı anlamaq üçün bunları qeyd etmək olar. Nüsxənin əhəmiyyəti 987 Hicri miladi filandır, tarixi Osmanlı Sultanı 3-cü Murad dövrünə uyğun gəlir. Bəs sağ? Sağ 3-cü Sultan Murad Həzrətləri Allah Teala rəhmət eləsin. O dövrdə köçürülən əlyazmalar ümumiyyətlə dəqiqliyi və xətt gözəlliyi ilə tanınır. Nəssah tanıtımı əlinizdəki PDF-in sonunda Nəssahın adı və ya harada köçürdüyü qeyd olunubmu? Olmayıbdır. Dil və imla tamam. Bu qədər yetər. Məncə bu kitab bu qədər bundan tanış ola bilirik. Keçən səfərdə bundan tanış olmuşduq. 13-cü dağ. İkinci kitabı ki, bugün açmışıq. Ona bir göz dolandıraq. İkinci kitabda nəzərimə gəlir ki, görmüşəm, cildi mənə çox tanış gəldi. Nəzərimə gəlir ki, bu iki kitabı tanımışıq. Bunlar şeydir, çox çürüyübdür. Üstündə də bir əks varmış. Çürüyüb gedibdir. Haza kitab-ı ilm həqaiq. Elə cildi açırıq, görürük ki, əvvələn çürüyübdür, qıraqlar kamilən, kitabın dövrəsi kamilən çürüyübdür. Kitabın içini açırıq, cildin içi, ortasından görürük Şirazə çürüyübdür, az da olsa çürüklər görsənir. Kitabın adını burada görürük, neçə yerdə yazıblar. Haza kitab-ı ilm həqaiq. Bu kitab Əlhac Abdullah Əfəndi 1404 ilinə burada tarix görürük, onun altında vurulubdur. Əlbəttə bu ayrı bir yazıdır. O bir ayrı idi. Yəni Haza kitab-ı ilm həqaiq. Bu kitab Əlhac Abdullah Əfəndinin belə bir şey yazılıbdır. Ondan aşağı midatla soralar 1404-də, yəni 43 il bundan öncə bir şeylər yazılıb. Fikir kitabı oxumuşuq. Bunlar da mənə tanış gəlir. Sonra kitabın bir ayrı cüşəsində yazılıbdır bir şeylər. Abdullah Əfəndizadə ya Əfrəzzadə Əfəndizadə Əliyəd Mustafa Əfəndinin oğlu Əs-Seyyid Mustafa Əfəndinin oğlu Hüseyn Əfəndinindir. 1247-də bu tarixi qoyublar şey. O da olacaq bu kitab Əlhac Abdullah Əfəndizadədir, Əfəndizadədir, ehtimala belə bir şeydir.
Əs-Seyyid kimdir? Onun oğlu Abdullah Əfəndizadə Əs-Seyyid Mustafa Əfəndinin oğlu Hüseyn Əfəndinindir. Allah Allah, necə oldu Abdullah Əfəndizadə? Aha, bu iki dədəsinin adını yazıbdı. Yəni orada gəlib yetişib. Burada da tarix 1264 ehtimalən 1264 də burada vurulub. Bu kitab yəni iki əl keçirdibdi. Ondan sonra da kitabın içinə gəlirik. Hazır kitabı İlm-i Həqaiq Əlhac Abdullah Əfəndi bəy ya da Əfəndinin belə bir şey yazılıbdır. Kitabın başında Bismillahirrahmanirrahim. Kitabın dövrəsində heç bir çərçivə falan yoxdur və möhür, kitabxana möhrü də ehtimalən bu da arxadakı möhürdür. Burada var, Süleymaniyə kitabxanasının möhrüdür. Bunu da burada görürük. Kitaba su da geçib buradan görünür. Çürümək halında da devam edir. Xətti əvvəldə bir xətt ilə yaşlamışdı. Biraz getdikcə dahi profesionallaşır, herfeyləşir və gözəl yazır. Tamam mətni qərə yazıbdır, amma bəzi kəlmələri həm uzun yazıbdır, həm yoğun yazıbdır, həm də başı üstə qərə xətt çəkibdir. Bunlarla cəlibdir. Burada da gözəl bir şeylər yazıb. Əlbəttə aylar haqqında falan belə bir şeylər yazıb. Günləri, aylar falan bunlar haqqında bir şeylər yazıbdır. Bir dənə də cədvəli var burada. Qıraq yazıları da var. Fikirəm bu kitabı görmüşük, amma bunu qəzavət eləmək çox zəifdir. Bu kitab yazıbdır ki, 1003-də yazılıb. Bu kitab beləsi qoyulubdur və 118 səhifədə yazılıbdır. PDF bunu 59 səhifədə göstərir. Çünki hər səhifədə 2 səhifənin şeyini görürük. Kitab neçə cüzvədən ibarət olacaqdır? Birinci cüzvənin adı Elmi Həqaiq idi. Əgər səhv eləmirsəm, qeydəm əvvələ. Bu da 24-cü səhifədir. Qeysaq əvvələ yazmışdı ki, əlif qoyaq buna. Əlif, ad, Elmi Həqaiq. Kitabı Elmi Həqaiq. Bunu ehtimalən Əlhac Abdullah Əfəndi yazıb bunu. Ehtimalən yazar, ehtimalən deyək bunu yazaq. Yazar Əlhac Abdullah Əfəndi. 24-cü səhifəyə gedəndə PDF-də görürük ki, bu kitab qurtarır. Əlbəttə, burada axirdə yazıbdır ki, əgər bir kişinin ömrü Nuh ömründə artıq olsa, cəmi ömrünü Həqqi Təalanın məsnuatının fikrinə keçirsə, hənuz Həqqi Təalanın qüdrətini dərkindən bir qətrə yazməz imdi. Həqqi Təala rəhmət eyləsin, bu əcaib məxluqat düzən yazıcı oğlu Əhməd Bicanə. Yazıcı oğlu Əhməd Bican. Yazar əslisi budur. Gələk yazıydıq, bunu ayrı cür yazıydıq, bunu mən dəyişdirim. Ehtimalən bu nəssaxdır. Yazıcı oğlu Əhməd Bican. Əlbəttə, bu çox məşhur bir yazar dövrü. Yazıcı oğlu Əhməd Bican Təmmətül Kitab bi Unillahil Məhcil Vəhhab. Bu kitabı mən deyirəm və görmüşəm. Mahi Şəban-ı Şərif fi yomil isneyni vəqtil əsr. Səni-i sittə səmaninə və məətə və əlif 1186. Mən burada bunu gördüm. Bəlkə düz oxuya bilmədim, amma mən belə görürəm. 28 Mahi Şəban-ı Şərif fi yomil isneyn vəqti əsr. Yazar, ehtimalən Nəssaxın da adını burada yazaq. Nəssax, bu Nəssax olacaq. Ehtimal mən verirəm ki, bu Nəssaxdır. Yazıcı oğlu Əhməd Bican. Yazıcı oğlu Əhməd Bican. Tarix
Nüsxə tarixidir ehtimalən. Nüsxə tarixi. Buna da yazaq. Səneyi sittə və səmaninə və yazmayıb, amma mən yazıram. Səmaninə və miətə və əlif. Bunlar 1186. Bu birinci. İkinci kitabı isə, bu əlif deyək bunun adına. B. İkinci Risalə. Başlır, 2 səhifə ağdır. Ondan sonra kitabı Mənbəül Adab. Yox. Mənbəü Ovladib. Nə deməkdir bu? Başlamadım. Əvladib. Belə bir kitab. Ad. Mənbəül. Mənbə. İhtimalən bu əl-ədəb olacaqdı. Bir dənə vav düşüb burada. Əl-ədəb. Burada bir dənə vav mən qoyum bura. Məncə beləsi olunacaqdı, amma bu da beləsi davam edir. Kitaba su geçibdi. Çox heyflər olsun. Kitabın gəldik axirinə. Görək ki, bunun axirində bir tarix var deyə yoxdur. Oradan bilək bunun haqqında bir şeylər. Bundan bir əks salarıq, qoyarıq. Nəzərimə bu baxaq görək nədir. Son səhifədə ki, biraz vardı, onu qərəndaşı atəsi boyun yerinə bələ atası və anası haqqın nə vəçlə riayət edərsə, onların haqqın dəxi öylə riayət edə və sözlərinə müti ola. Hədisdə gəlmişdir ki, böyük qərəndaş, kiçik qərəndaş üzərinə haqqı atanın oğul üzərində olan haqqı gibidir. Və dəxi kişiyə gərəkdir ki, qəzən kəndi qərəndaşının birisi bir yerdə qul ya qəravuş olmuş olsa, satın alıb azad eyləyə. Fikirəm, bunlar oxumuşduq. Bu cümlə yenə mənə tanışdı. Eyləyə. Və dürüstlüyü bu böyle etmək, sili-i rəhim etmək tamamındəndir. Və əkməlil hamdi lillahi alə't-tamam və lirrəsuli əfsəlissalatu vəssalam. Allahümmə əğfir li kitabəti hazihil kitab. Kitabı yazana. Və li valideyhi və li ustazi və li sahibi hazel kitab. Sa'adallahu lena və ləhu fid-dareyn. Əfzəlü's salatu və əkməlü't təhiyyat ələ'n-nəbiyyil muxtar. Səneyi sittə səmanə və mi'ətə və məluf. Yenə də həman yazıbdır. Yəni tarix orada məncə düz deyil. Bunu yazan kimdir? Yenə Müstəfa İbni Əhməd Qəfərəllahu və li valideyhi və əhsənə ileyhi və ileyhuma səneyi səmaninə mi'ətə və əlif. 1180. Sittəsi də burada var imiş. Səneyi sittə səmaninə və bunu yazar bu iki kitabın yazarı bir adamdır. Əcəba bu xəttinə bu xətti bir yerə qoymaq olarmı? Bir də baxsaq. Məncə ikisi bir xətdir. Amma buna görə ki, bunu kamil bilək, mən buradan bir əks salım. Bu iki xətdən. Bir də gelin bu tamam, bu iki dənəni əks salım. Əcəba bu iki kitab birdir deyə bunları
Mən fikir edirəm ki, Məxzənül Əsrarı açaq. Fikir edirəm bu kitabları oxumuşam. Mənim nəzərimə bu kitabları oxumuşam bu günləri. Zehnimə ucur gəlir. Dostumuz ehtimalən bunları dalbadal ayrı nüsxələrin məsələn indiribdir, yükləyibdir. Mən də onun üzünə beləsi düşündüm. Amma gedək burada görək o əksləri eləyə bilirik, edit eləyək. Verək görək bunlar ikisi bir xətti, bir əl yazmadır, yoxsa yox. Çünki onun tarixində bizə yaxşı bir o birisi kitabı da birisi yenə edit eləyək. Və bunu verək. Əcəba bu iki şəkil aynı qələm ilə yazılmış. Bu əl yazma haqda analizin nədir? Görək ki, bu kitab haqqında bizə nə verir? Məncə o mənbə ədəb olacaqdır, amma hər halda baxarıq, görürük onun adında. Əlinizdəki təsvirləri diqqətlə incələdim. Bu iki şəklin eyni qələm və eyni xəttat tərəfindən yazılıb yazılmadığı haqqında qəti bir şey demək çətindir. Xətt üslubları bir-birinə oxşar olsa da, bəzi fərqliliklər də mövcuddur. Bənzərliklər, xətt növü. Hər iki şəkildə nəstəlik xəttinin təsirləri görünür. Hərflərin forması, birləşmələri və ümumi görünüşü bu xəttin xüsusiyyətlərini daşır. Kağız və mürəkkəb. Kağızın rəngi, köhnəliyi və mürəkkəbin rəngi hər iki şəkildə də bənzərdir. Bu da onların, üstəkin bunu tarix demişdi. Bir tarixdə yazıldığı üçün bir adam yazıbdır. Bu da onların eyni dövrdə aid olaca biləcəyini göstərir. Fərqliliklər. Hərflərin ölçüsü. Birinci şəkildəki hərflər ikinci şəkildəki hərflərə nisbətən bir az daha böyük və qalındır. O doğrudur. Sətirlər arası məsafə. Birinci şəkildə sətirlər arası məsafə daha çoxdur. O da doğrudur. Bəzi hərflərin forması. Diqqətlə baxdıqda bəzi hərflərin, özəlliklə Y və qaf hərflərinin formasında könüllü fərqliliklər görünür. Nəticə. Bu fərqliliklər iki şəklin fərqli qələmlərlə və ya fərqli zamanlarda yazılmış olmasından qaynaqlana bilər. Eyni xəttat fərqli qələmlər istifadə edərək və ya fərqli əhval-ruhiyyə ilə yazdıqda belə fərqliliklər yarana bilir. Lakin qəti bir hökm vermək üçün daha ətraflı bir araşdırmaya ehtiyac var. Xəttatlıq üzrə mütəxəssislər bu qonuda daha dəqiq fikir bildirə bilərlər. Əlyazma haqqında analizm. Əlinizdəki əlyazma Osmanlı türkcəsində yazılmış dini bir mətnidir. Mətn özəlliklə elmi həqaiq, din həqiqətləri elmi və elmi hesab elmi kimi mövzuları əhatə edir. Mətn Bismillahirrahmanirrahim ilə başlayır və ardından Allah-u Təbarək və Təala həmdü səna, Peyğəmbərə sələvatü səlam gətirir. Müəllif özünü həqir və aciz olaraq təqdim edir və elmin önəmi, aləmin yaradılışı, göylərin və yerlərin yaradışı, ulduzların və gəzəgənlərin kimi hərəkətləri kimi mövzulara toxunur. Mətn dini önəmi, insanın dünyada vəzifələri, təqva və əxlaq kimi mövzularda əhatə edir. Əlyazma qədimi kağız üzərində yazılmışdır və mürəkkəbin rəngi qara ya da tünd qəhveyidir. Mətn oxunaqlı bir nəstəli xətti ilə yazılmışdır. Mətn bəzi yerlərdə qırmızı mürəkkəblə yazılmayıb bu.
yazılmışdır. Mən görmədim. Belə bir şey mənim zehnimdə yoxdur. Elmül həqaiq yazılmayıbdı. Yox, qırmızısı yoxdur. Mənim yadıma gələn yoxdur. Əlyazma bəzi yerlərdə tez-tez köçürülmüş olduğunu göstərən qeydlər və ya təzyiqlər olacaq, itifa edir. Məncə də bu yoxdur, amma bu adam deyir ki, bu birinci səhifədə özəlliklə, yəni birinci bölümdə, üçüncü səhifədə biraz bu əlyazmanın formu burada çox dəyişdiyi üçün ehtimalən o cür bir nəticə ala bilibdir. Burada da bir əlbəttə silinmə haləti gəlir nəzərə. Əlyazma Osmanlı dövrünün dini və elmi ədəbiyyat haqqında önəmli bir qaynaqdır. Əlyazma o dövrün xəttatlıq, sənəti və Osmanlı türkcəsinin dil xüsusiyyətləri haqqında önəmli məlumatlar ötürür. Bu əlyazma haqqında daha ətraflı bir... Tamam, istəmirik bunu. Buradan bu yüzəsi keçərlidir. Mən fikirdən bunu görmüşük, oxumuşuq, amma məncə bunun ikisi bir qələmdir. Bunu deyim. Burada kiçik yazıbdır, təbiidir, fasilələr aradır. 2 dənə kitab yazıb hər halda, 2 dənə fərqli. 24-cü səhifəyə geçsək. Tamam. Burada aynı vəziyyətdə ki, burada imzalır 7 kimi kitabın aynı vəziyyətdə kitabın sonunda da imzalır. Bu bir təşabuh, bənzərlikdir. Yəni biz burada bunu görürük ki, burada da bu ili beləsi yazıbdır. Kitabın qutaranda üstdən aşağı bir hirəm düzəldir. Aşağısı, buna tərsə hirəm deyirlər. Yəni ucu aşağıdadır, getdikcə üstə çoxalır. Xəbərdə buna hirəmi varunə deyirlər. Xəbər elmində buna hirəmi varunə, tərsə hirəm deyirlər. Aynı xətt ilə məncə yazılıbdır və aynı qələmlə yazılıbdır. Biraz qələm ucu aşağı yuxarı ola bilər. İl də bir olduğu üçün mən bunu bir imza hesablıram. Yəni onun üçün bu 2 dənənin məncə nəssaq desək bunu, nəssaq hər ikisini özdə, hər 2 kitab, hər 2 nüsxə, hər 2 risalə üçün kimdir? Bunun adını yazsaq çox yaxşı olar. Müstəfa İbni Əhməd. Əhməd yenə də səneyi sittə və səmaninə eyni o cüz, yəni orada da vavı qoymayıbdır, burada da qoymayıbdır. Sittə və səmaninə, yəni sittə səmanin yazıbdır və miə və burada qoymayıbdır, amma qabaqçında elə bir qoymuşdu, baxaram onu və əlif. Yenə də aynı ədədlə burada yazır ki, mən də bunu burada deyim 1186. Bu kitabın burada 1003 yazıblar. Məncə buna bir təzadda gəlir, bir tərsə düşür əsli şey, amma ola bilər kitabın öz içində bu tarix gəlmiş ola bilər. İndi mən gedim orada baxım ki, 2 dənə vavı orada da qoyubdu ya yox, 24. Burada baxsaq, yazmışdı ki, səneyi sittə səmaninə və miə. Burada vəyi yazıbdı, amma orada yazmayıbdı. Və miədən öncəki vəyi yazıb, amma sittə ilə səmaninin arasında vavı yazmayıb. Məncə aynıdır. Yəni imzalara baxanda məncə aynı görünür. Hətta bir iş görə bildik. Şivəsi birdir. Yəni məncə şivəsi də birdir. Hətta şeylər də birdir. Yəni o əsl kəlmələri ki, istir izah eləsin, onları böyük yazır, qərinin başına da xətt qoyur. Burada məsələn çox rahatlıqca bu səhifədə bunları görürük. İndi gedirik bu birisi kitaba. Bu kitabda da yenə bunları görürük. Əlbəttə burada biraz fərqli yazır qələmdə. Amma yox, aynıdır. Aynıdır. Burada
Ha, burada başları üstə bəzi yerdə xətt çəkir, bəzi yerdə çəkmir. Bunu da deyim, amma məncə aynıdır. Nəssəx aynıdır məncə. Bu kitabı məncə öncədən oxumuşuq, amma bir bismillah deyək və bundan biraz oxuyaq və qutaraq. Yəni çox da vaxt qoymayacağam. Bir 10 dəqiqə falan bu kitaba vaxt qoyaq gedək. Nəzərimə bunu da oxumuşuq öncədən. Haza kitabı elmi həqaiq, ki də haza kitabı elmi həqaiq, Əlhac Abdullah Əfəndinin yazdığı yəni. Bismillahirrahmanirrahim. Kitabı Elhamdülillahi Rabbil alemin və səlatu və səlamu alə əsədil xəlqi Muhammed və alihi və səhəbihi əcməin, əmmə bə'd. Mühibbil uləma və xadimil füqəra yazıcı oğlu Əhməd Bican rəhmətullah əleyhüma səbəbi təhrir risalə oldur ki, yəni yazan budur. Burada yazdıq ki, bu iki risalənin məncə də yazanı, ona da bir baxarıq, onun da əvvəlindən bir səhifə oxuyarıq, qutarıq. Təhrir risalə oldur ki, bir gün mütaliə məsnuat edərkən, mütaliə məsnuat yəni eşikdə dünyaya baxırmış, edərkən qərib göklümə bu düşdü ki, aləmdə bəzi əcaib sünni cəm eyləyəm. Aləmdə bəzi əcaibəsini cəm eyləyəm. İskəndər zamanında cəhanın həkimləri cəm olub ərşdən ta fərşə varınca mən bu kitabı neçə dəfə nəzərimə, bu üçüncü dəfədir fikirləyirəm bu kitabı, bu cümlələrlə oxuram. Yəni buradan bu üzə, bu İskəndərdən bu üzə, yəni o şeydən təhrir risalə oldu ki, bu gün yəni buradan başlayaraq mənə taza gəldi. Yəni üstdəki ərəbcədə bir söz deyə bilmirəm. Amma buradan mənə bu kitab üçüncü dəfədir ki, bunu ehtimalən mən oxuram. Bəyan etmişlər idi. Amma bu kitab ərəbcə olmağın bizim vilayətimiz aktərləri, idayətimiz ümmətləri qaidə edəməzlər, faidə edəməzlər. Ümmətləri faidə edəməzlər. İndi şeyxim Sultanül Məşayix Qutbül Mühəqqin Hacı Beyramın oğlu himmətində, Hacı Beyramın oğlu himməti, yəni onu Hacı Beyramın oğlunun zamanında yazılıb bu. Bu calib bir şeydir, tarixdir, bu kitabın yazılmazan. Himmətində bu kitab bir yerə cəm etdim. Ümid vardır ki, o günə və bican duada unutmayalar. Pəs yazan bicandır. Buradan eləyə bildik onun tarixini çıxadaq. Ki, hangi tarixdə yazılıb, hangi tarixdə nüsxə olubdur. Bir də Hacı Beyramın oğlu zamanında yazılıbdır. Bunu tarixi çox rahatca çıxada bilirik. Yazıcı oğlu nə idi adı? Əhməd Bican. Yazıcı oğlu Əhməd Bican haqqda hicri tarixləri yazar və çox xülasə bilgilər verər misin? Görək ki, bu nə deyəcəkdir? Əhməd Bicanı biz öncədən oxumuşuq. İki qardaşdılar. Dədələri Əhməddir, oğullar iki dənə Əhmədlə Məhəmməddir. Çox da ciddi kitabları var. Yazıcı oğlu Əhməd Bican Osmanlı ədəbiyyatı və təsəvvüfünün ən önəmli simalarından biridir. Onun haqqında hicri tarixlər və qıssa bilgilər belədir. Hicri doğum. Dəqiq tarixi bəlli olması da hicri 900-cü illərdə Qıliboluda dünyaya gəlib. Vəfatı 880-də ölübdür. Vəfatı. Yazaq ki, Əhməd Bican yazıcı oğlu Əhməd Bican. Vəfat 870-də. Hicridə. Bu kitab deyək ki, bu zaman yazılsa, biz bu kitabın dəqiq şeyini bilirik. Yəni, xülasə bilgilər. Kimdir? Məşhur Mühəmmədiyyə əsərinin yazıcı oğlu Məhəmmədin qardaşıdır.
Elə bu qədər bizə görsənər, elmi mühiti, o dini elmlər yanaşı, nucum, sitarişinə, coğrafiya və tarix elmlərinə vaqif idi. Dil önəmi Bican əsərlərini xalqın başa düşməsi üçün sadə və aydın bir əski Anadolu türkcəsində yazmışdır. Məşhur əsəri o dönəmin Ənvarul Aşiqin, bunu oxumuşuq, oradan tanırım əslində mən bu adamı və tamam, bu da deyir ki, sizin paylaşdığınız şəkillər 1-ci səhifənin 5-ci sətrində Yazıcıoğlu Əhməd Bican rəhmətullah əleyh adı gəlir ki, bunu da biz də gördük. Kitab neçə il bundan qabaq, yaxşı hətta ölən ilində yazmış olsa bunu, bu risaləni ki, hər iki risalə də ona aid olacaq məncə. Dediyim kimi, öncədən də bu kitab üstündə danışmışıq. İndi bunun tarixini çıxadaq. Bu, indi 1447-ci ildə yaşırıq. Bundan çıxsaq 870, 577 il öncə yazılmış olar. 577 il öncə yazılmış olan bir kitabla tanış olduq. Burada oradan bildik bu, amma bu kitab yəni o zaman yazılsa, ən azı 577 il bundan qabaq yazılsa, çünki ölən ili ki yazmayıbdı, yazmış olsa, əlbəttə eləyə bilir, kitabın adını yazaq ki, məsələn bu kitabın adı nə idi? Kitab Elmül Həqaiq. Bu kitabda 2 risalə Kitab-ı Elmi Həqaiq və ikincisi nə idi? Mənbə-i Əl-Ədəb yazıram, amma ola bilər ki, bir ayrı bir şey olsun. Bu kitabda 2 risalə yerləşib. Əcəba yazıcı oğlu Əhməd Bicanın bu adlarda yazısı varmı? Görək ki, bu hadda bizə bir məlumat verir ya yox. Ya hətta bəlkə gəldi o haqda bizə bir Elm-i Həqaiq ya da Kitab-ı Həqaiq. Əhməd Bicanın böyük qardaşı Məhəmməd Yazıcı oğlunun məşhur Fusus-ül Hekəm şərhi olan Məğarib-üz-Zaman əsərini türkcəyə çevirdiyi və Kitab-ı Əl-Münteha ya da Əl-Müştəha adlanan bir əsər vardır. Bağlantı. Bu əsərin Əl-Münteha girişində və bəzi bölümlərində elm-i həqaiq təsəvvüfi həqiqətlə elmi kəlməsi çox işlənir. Şəkildəki sübut. Sizin göndərdiyiniz birinci şəklin lap yuxarısında başlıq kimi Risalə-i Kitab-ı İlm-i Həqaiq yazılıb, aşağı sətirlərdə isə açıqca yazıcı oğlu Əhməd Bican adı keçir. Bu, ya sizin əlinizdəki nüsxənin Əhməd Bican Əl-Müntehi əsərinin bir bölümü olduğunu göstərir, ya da bu adla tanınan ayrı bir kiçik risaləsidir. Mənbə-ül Ədəb ya da Müntəhəl Ədəb. Əhməd Bicanın əsərləri arasında qəti olaraq Mənbə-ül Ədəb adlı bir kitaba rast gəlmək çətindir. Ancaq burada 2 ehtimal var. Tamam, bunları geçək. O deyir ki, ayrı kitablarından onun alınmış oluna bilər. Gedək bura. Görək ki, bu da nə deyir? Yəni, qeyd edirəm sürətlə bunu davam edeyim. İnşallah Teala kitabı yerə cəm etdim, ümid vardır ki, o günə və Bican duadən unutmayələr inşallah Teala. Bilmək gərəkdir ki, mücərrəd aləmə gözlə nəzər etmək kəmal dəcildür. Zira ki, heyvan dəxi gözlə nəzər etməkdə insan ilə bərabərdir. Murad, məhsusata nəzər etməkdən fikirdir. Bu elm, həqaiq bilmək səbəbi ləzzat-ı dünyəvi və təmənnütat-ı uxreviyyə
uxraviyyədir və hünərlər hasil olmasında nə mənə qalan nə mədə illa şul kimsəyə məqulatiden, məhsusatidən xəbərdar olə bu kitabı gəlbulin düzdüm şul zamanında ki Sultan Qazi Məhəmməd xan İstanbulu fəth edib. Tamam, bu kitabı görmüşdük. Elə bura mənə yetər. Qabaqcan bunu görmüşük. Sultan Fatih zamanında yazıbdı. Sultan Məhəmməd Fatihin əcəb bunu tapa bilsəm. Sultan Məhəmməd Fatih İstanbulu hançı tarixdə fəth etdi? Sultanın doğum və vəfat tarixində Hicricə yaz. Bu da bir ayrı əlamətdir ki, bu kitabın biraz dəqiq tarixini çıxartmaq olar. Sultan Məhəmməd Fatih İstanbulu 857-də, bu neçədə dedi ölübdür? 890-da ölübdür. Allahın rəhmətinə gedibdir. Cəmaəd Ələvi ayının 20-sində fəth etmişdir. Bu böyük zəfərlə o Fatih ləqəbini qazanmışdır. 857-də ehtimalən bu kitab yazılsa, yəni 600 il öncə üst-üstə 600 öncə bu kitab. Doğum tarixi 835 çağ Sultan Məhəmməd Fatih Fəthi İstanbul. Neçə tarixində? 835-də 857-də. Fəth tarixi və yazı tarixi bu zamanlardır. Yəni deyək ki 857 hicridir. Yəni desək ki 857-də yazılıbdır. Onda kitabın ömrü daha gedər üstə. Deyək indi bir də qeydaq bura. Deyək ki 1447-ci il deyək. Bundan çıxsaq 857 kitab hududən deyək ki 590 il öncəyə qeydər. Kitab 590 il civarında yazılmış. Məncə bu birinci səhifədən bu qədər yetər. Qəlibdə düzdür, şul zamanında ki Sultan Qazi Məhəmməd xan İstanbulu fəth edib aldı. Bilmək gərəkdir ki, tarix 857-ci ildə idi. Əcəb deyə əhli hikmətə bir xeyrət derlər. Xeyrətə derlər, insana ariz olur. Heyrət onu istirsin, bir heyrətə derlər, insana ariz olur. Bir nəslənin təsirinin, keyfiyyətin bilmədiyi üçün imdi ol şul aləmin ulğına deyü calinə nəzər eylə. Tamam. Bu, burada kitabın özü tarixini yazmışmış, ehtiyacı yox imiş ki, bunu oxuyaq. Gedək 24-cü səhifədə görək ki, yəni 27-ci səhifədə o birisi başlayır. Kitabın adını yazmışdı. Kitab-ı Mənbə-ü Əl-Ədəb olacaqdı, amma Ul-Ədəbdə gəlibdi. Mənbə-ül-Ədəb. Aha, əliflamı beləsi yazıbdı. Mənbə-ül-Ədəb. Beləsi olmayacaqdı. Ona görə Bismillahirrahmanirrahim Əl-Ədəbdir. Bu ilə mən bunu o vavı silim buradan. Türkçə yazmağa çalışıbdı. O vavı şey eləyibdi. Bismillahirrahmanirrahim. Həmd-i biqyas ol xaliq-i cinnü ünasə olsun ki, sudən insanı yaradıb, əql verdi və cəmi-i heyvanətindən əşrəf əfzəl yaratdı və şükr binəhayə ol alimül qeybi və şəhadətə olsun ki,
alemin bəqasına, insan bəqasın və insan bəqasına erkek və dişi arasında cəmiyyət olub, oladı vücuda gəlib, təvalüdə və tənasülə səbəb etdi. Yenə bu kitabı tanışırıq. Dediyim kimi mən bunu çox tanışam. Və sələvat-ü zəkiyyat və təhiyyat-ı namiyat ol seyyid-i kövneyn və nəbiyyi səqaleynə olsun kim lisan-ı haqq üzərinə adab-ı nikahi bildirib halali haramidən fərq eylədi. Dəxi alinə və əshabinə olsun kim İslamın mülkünün behtərləridir və dini yolunun sərvərləridir və bədü. Gördüm ki bir zaman xalqının ululəri nikahın qəvaidində bulub evlənməyə rəğbət etmiş deyil və evlənməyi tərk edənlər nikahın tamam, mən bu kitabı tanışıram. Yəni bunu öncədən oxumuşuq. Oxumağa da daha zərurət görmürəm. Bu qədər məncə bu günə yetişər. Bu kitabların əslində üçünü də oxumuşduq, tanış idik. Mən çalışım ki, bu kitabları dilit eləyim. Çünki bunları görmüşük. Tamam, gəldik bu İmad-ı İslamı da fikirəm görmüşük. O cür gəldi mənə. Elm-i həqaiq və məxzəni qalsınlar. Zərəli yoxdur ki, qalsınlar. Kitabdır, 2 dənə nüsxə ola bilər bəlkə. Amma mən dedim, bunları görmüşəm. Beləliklə, bu günü Allaha şükür olsun. Bu 3 dənə yazı ilə əslində tanış olduq. Kitab-ı İmadul İslam yazılma tarixi 987 sənəsində yazılıbdır və əlbəttə yazının əsli 950-də yazılıbdır. Bu nüsxəni ki biz gördük, bu 987-də bu nüsxə yazılıbdır. Nüsxənin tarixin. Buna da bir əlamət qoyaq ki, bəlli olsun, biz nüsxədən söhbət geçir, şeydən geçmir. İkinci kitab ki açdıq. Bunun içində 2 dənə risalə var idi, 2 dənə kitab var idi. Birincinin adı Kitab-ı İlm-i Həqaiq idi. İkincisinin də adı Mənbəül Ədəbdir. Və bunların hər ikisinin də yazarı yazıcı oğlu Əhməd Bicandır ki, özünün yazdığına görə İstanbulun fəthindən həmən sonra bu kitabı yazmağa başlayıbdır. O da düşür 857-ci ilə. Özü tarixi yazıb, yəni. Bunun üçün bu kitabın hududən 590 il, bir il o yüz bu yüz ola bilər, çox olmaz, ömrü var. Hər halda bu kitabları öncədən oxuduğumuz üçün biraz sürətlə oxuduq, amma məncə araşdırmalarımız yaxşı oldu, pis də olmadı. Beləliklə bu günü Allahın lütf kərəmi ilə davam etdik. Görünür ki, yavaş-yavaş beynimiz də gücləşir. İnşallahın lütfi ilə hafizəmiz də yaxşı olur. Sağ olun, sağ olun. Allah lütf edərsə, kərəm edərsə bir ayrı gün, bir ayrı kitabla tanış olun.